Salam əziz dostlar, xoş gördük hər birinizi. Bugün yenə ənənəmizə sadiq qalaraq toplunun növbəti mövzularının izahına baxırıq. Mövzularımız qaraqoyunlular və ağqoyunlulardır. Başlayaq birinci sualımızdan. Qaraqoyunlu və ağqoyunlu dövlətlərində ən yüksək hərbi vəzifə. Sayıram bir-bir vəzifələri yadda saxlayın. Birinci yerdə padişahdır. İkinci yerdə padişahdan sonra ən önəmli vəzifə əmirəl-üməradır. Üçüncü yerdə mövlanadır və dördüncü yerdə vəzirdir. Ona görə padişahdan sonra ikinci şəxs ən yüksək vəzifə olaraq təbii ki, olacaq əmirəl-üməra. Qaraqoyunlu, ağqoyunlu Səfəvi dövlətlərinin yaradıcılarını müvafiq ardıcıllıqla müəyyən edin. Qaraqoyunludan Qara Yusifi görürük, ağqoyunludan Uzun Həsən, Səfəvidən İsmayıl. Azərbaycanda Teymurilərin ağalığına son qoymuşdu. Təbii ki, 1408-ci ildə Sərdərud döyüşü ilə Qaraqoyunlular Azərbaycanın cənubunda Teymurilərin hakimiyyətinə son qoydu. Azərbaycanda Cəlalilərin hakimiyyətinə son qoymuşdu. Cəlalilərin də hakimiyyətinə elə 1410-cu ildə Əsəd döyüşündə Qaraqoyunlular son qoymuşdu. Qaraqoyunlu dövləti deyil, Qaraqoyunlular hələ dövlət yaranmamışdı. Əsəd döyüşündən sonra yaranacaq. Uc Səlcuqlarda varmı? Amma rəqəm qoymayıblar. Ağqoyunlularda varmı? Uc yoxdur. Qaraqoyunlularda yoxdur. Soyurqal Ağqoyunlu, Qaraqoyunluda var. Xostaq nə Səlcuqda var, nə də Hülakülərdə. Doğru cavabımız belə çıxır ki, E variantıdır 5-də. 6. Marağa Atabeylərin paytaxtı olmayıb. Atabeylərin paytaxtı Naxçıvan, Həmədan, Təbriz şəhərləridir. Marağa Ağqoyunlunun da paytaxtı olmayıb. Urmiya Ağqoyunlunun paytaxtı olmayıb. Təbriz olub. Təbriz Elxanilərin də paytaxtı olub. Urmiya Qaraqoyunlu yanlışdır. 1-2 yenə də cavabımız A variantı. Marağa 1 ilə gəlirik. Rəvvadilərin paytaxtı olmayıb. Bərdə Şəddadilərin paytaxtı olmayıb. Təbriz Səbəvilərin paytaxtı olub. Qaraqoyunlunun paytaxtı olub. 3-4 A variantı. Gəncə Saclərin paytaxtı olmayıb. Urmiyada həmçinin. Doğru cavab 7-də A variantı. 8. Eldənizlər və Qaraqoyunlu dövlətlərinin oxşar cəhəti. Azərbaycanın cənub torpaqlarında meydana gələn Qaraqoyunludur. Eldənizlər şimalda yaranıb. Paytaxtlarının Naxçıvan şəhəri olması Eldənizlər Naxçıvan, Həmədan, Təbriz. Qaraqoyunluda sadəcə Təbriz. Ona görə B variantı oxşar deyil. Xarəzmşahlar dövləti ilə mübarizə aparan 1225-ci ildə Eldənizlərdən Özbək idi, Qaraqoyunluya aid deyil. Teymurilər dövləti ilə mübarizə aparılması Eldənizlərin mövcudluğu dövründə Teymurlər yaranmamışdı. Ona görə D oxşar cəhət ola bilməz. Qaraqoyunlunun bəli var mübarizəsi. Şirvanşahlar dövlətinin asılı vəziyyətə salınması bəli. Qaraqoyunludan bu Qara Yusif, Eldənizlərdən isə Eldəniz elə özü. 15-ci əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində Ali Divanın rəhbəri. Ali Divanın rəhbəri baş vəzirdir və Ali Divanı rəhbərlik edir. C variantı. Ali Divanı rəhbərlik edib sahibi divan adlanır. Daha əvvəl baş vermiş döyüş Cavanın 1500-cü ildə Otluq beli. Yazın burada qeyd edim yadımdan çıxmasın. Otluq beli 1473, Muş 1467, Alaşkert 1421, Malatya 1473. Daha əvvəl olan döyüş burada Alaşkert döyüşüdür. Daha əvvəl baş vermiş döyüş Beyşəhər 1472, Otluq beli 73, Malatya 73, Alaşkert 21, Sərdərud 1408 olduğuna görə elə biz Sərdırudu birinci götürməliyik. Sərdərud döyüşünün nəticəsi nə olacaq? Qaraqoyunlular, yəni Baharlılar Teymurlərə qalib gələcəklər. Bu da Qaraqoyunluların Teymurlər üzərinə qələbə qazanması bəli B variantında yer alır. Asan sualdır. Muş döyüşünün nəticəsi. Döyüşlərin nəticəsini bilirsiniz yəqin ki. Muş döyüşündə isə Ağqoyunlular hələ dövlət yaranmamışdı. Ağqoyunlular Qaraqoyunluları məğlub etdilər və Qaraqoyunlu dövləti süqutu sürətləndi. C variantı. Əsəd döyüşünün nəticəsi. Əsəd döyüşü 1410-cu ildə Cəlalilər və Qaraqoyunlular arasında olmuşdu. Baharlılar, yəni Qaraqoyunlu Baharlı. Qaraqoyunlular qalib gəlmişdi Cəlalilərə. Olacaq A variantı. Baharlılar Cəlalilər üzərində qələbə qazandı. Göstərilənlər hansı döyüşün nəticəsidir? Qaraqoyunlular Teymurlər üzərində qələbə qazandı.
Teymurilərin qüvvələri Azərbaycandan qovuldu. 1408 Sərdərud döyüşü. Alaşkert və Muş döyüşlərinin oxşar nəticəsi. Alaşkert baş verib 1421-ci ildə. Teymurilər və Qaraqoyunlular arasında, Muş Qaraqoyunlular və Ağqoyunlular arasında. Ağqoyunlu dövlət deyildi. Qaraqoyunlular məğlub olublar hər iki döyüşdə. 16A variantı. Osmanlı türklərinin Konstantinopol tutduqları il Azərbaycanda mövcud olan dövlət. Yəni 1453-cü ildə Azərbaycanda hansı dövlət mövcud olmuşdu? Səfəvilər yoxdur. Ağqoyunlu 1468-də yaranıb. Atabeylər yoxdur. Elxanilər yoxdur. 1357-də süquta uğrayıb. Qaraqoyunlular amma var. 17 oldu C variantı. Qaraqoyunlu dövlətinin mövcud olduğu dövrə aiddir. Yəni 1410 1468. Əpər sazişi yoxdur. Burada əpər sazişi 1500-dür. Ankara döyüşü 1402-dir. Hələ dövlət yaranmamışdı. Mərv döyüşü 1510-dur. Dövlət süquta uğramışdı burada artıq. Sərdərud döyüşündə dövlət deyildi. Trabzon imperiyasının süqutu bəli 1461-ci ildədir. Y variantı və bu intervala düşür. 18Y. 19. Qaraqoyunlu dövlətinin yarandığı ildə baş vermişdi. 1410. Kulikova 1380, Kalka çayı sahilində döyüş 1223, Terek 1395, Əsəd döyüşü bəli 1410, Mərv döyüşü 1510. Azərbaycanın 9-11-ci əsrlər və 14-15-ci əsrlər tarixinə aid ümumi cəhət. Monqol yürüşləri nə 14-15-də var, nə 9-11-də. Slavyanların yürüşləri 9-11-də var, 14-15-də yoxdur. Müstəqil dövlətlərin olmaması. Müstəqil dövlətlər var, vahid dövlət yoxdur. Yəni dağınıqlıq dövrüdür. Siyasi dağınıqlıq dövrünü götürə bilərik. Kəndi müharibələrinin baş verməsi ortaq cəhət deyil. Doğru cavab 19-da, 20-də daha doğrusu D variantı. 21. Muş döyüşünün nəticəsi. Muş döyüşü 1467-ci ildə Qaraqoyunlu dövləti, Qaraqoyunlu dövlətindən Cahanşah və Ağqoyunlulardan Uzun Həsənlə baş verib bu döyüş və təbii ki, Ağqoyunlular burada qalib gəlir və 1468-ci ildə dövlət yaradırlar. Azərbaycanın 15-ci əsrin ilk 10 illiyi tarixinə aiddir. 15-ci əsrin ilk 10 illiyi 1401-dən 1410-a qədər olan hadisələrdir. Bayandurlu sülaləsinin Təbrizdə hakimiyyətə gəlməsi ilk 10 ildə deyil, xeyr, 1468-də gəlib Bayandurlular. Səlcuqlar ümumiyyətlə bu dövrdə yoxdur. Hakimiyyətin Qaraqoyunluların əlinə keçməsi əlbəttə 1410-da. Alaşkert döyüşünün baş verməsi, yəni yenə təkrar edirəm, 15-ci əsrin ilk 10 illiyi 1401-1410 intervalıdır. C variantına görə götürdük. Alaşkert döyüşü 1421-dir. Soyurqal torpaq sahibliyinin iqta ilə əvəz olunması xeyr, Qaraqoyunlu və Ağqoyunluda soyurqaldır. Yəni iqta soyurqalla əvəz olunur. 23. Qaraqoyunlulara aiddir. Elxanilər dövlətinə müttəfiq ola bilməz. Elxanilər dövləti yoxdur bu dövrdə. Süquta uğramışdı 1357-də. Ağqoyunlu dövlətinə son qoymaqla hakimiyyətə gəlmirlər. Yanlışdır. Ağqoyunlu Qaraqoyunlu süquta uğradaraq hakimiyyətə gəlir. Osmanlı dövləti uzun müddətli müharibə yoxdur. Azərbaycanda cəlallərin hakimiyyətinə son qoyulması, bəli, Qaraqoyunlular yazıbsa D variantını götürə bilərik. Amma yazsaydı ki, Qaraqoyunlu dövləti D-ni götürə bilməzdiniz. Xarəzmşah cəlalətinə qarşı qalibiyyətli müharibə, Xarəzmşah cəlalətinə qarşı müharibə ola bilməz. Çünki Xarəzmşahlar dövləti 1231-də süquta uğrayıb. Ona görə 23 oldu D variantı. 24. Qaraqoyunlulara aiddir. Əsasının Azərbaycanın şimalında yox, cənubunda qoyulması. Ağqoyunluların hakimiyyətinə son qoymurlar. Ağqoyunlular Qaraqoyunluların hakimiyyətinə son qoyur. Teymurilər Azərbaycandan qovublarmı? Bəli, Sərdərud döyüşü ilə. Osmanlı dövləti uzun müddətli müharibəsi yoxdur. Dostluq əlaqəsi var. Səlcuqların zəifləməsi nəticəsində hakimiyyətə gəlmələri Səlcuqlar bu dövrdə ola bilməz. Qaraqoyunlu dövlətinə aiddir. Qızıl Ordu tərəfindən süquta uğradılması xeyr, Ağqoyunlular tərəfindən. Səfəvilər dövlətini məğlub etməsi. Səfəvilər dövlət deyildi. Ərdəbil hakimliyinə qarşı vuruşmuşdu Qaraqoyunlular. Yəni Qaraqoyunlulardan Cahanşah birləşmişdi 1-ci Xəyalullahla. Şeyx Cüneydə qarşı mübarizə aparmışdılar və 1460-cı ildə Samur çayı sahilində döyüşdə qalib gəlmişdilər, amma Səfəvilər dövlət deyildi. Hülakülər dövlətinin tərkibində olması, Hülakülər dövləti yoxdur bu dövrdə. Ağqoyunlular tərəfindən süquta uğradılması bəli 1468-də. Cəlalələrin vassalaslığında olması yox, yanlışdır. Qaraqoyunlu dövləti yarananda Cəlalilər dövləti yox idi artıq. 26. Qaraqoyunlu dövlətinə aid deyil. Otluqbeli döyüşündə Osmanlılar üzərində qələbə. Otluqbeli döyüşü ümumiyyətlə Ağqoyunlu tarixinə aiddir.
Elə 26 variantıdır. Aid olmayan istəyirmiş. Aşkert döyüş 1421 aiddir. Muş döyüşündə Ağqoyunlulara məğlub olma 1467 aiddir. 15-ci əsrin 60-cı illərində hakimiyyətin zəifləməsi, bəli, zəifləyir. Səfəvi qoşunlarını məğlub etməsi, bəli, Səfəvi dövləti yox, Səfəvi qoşunlarının, bəli, Ərdəbil hakiminin qoşunlarının məğlub edilməsi doğrudur. Samur döyüşündə az öncə qeyd etdim. Qaraqoyunlu və Səfəvi dövlətinin tarixinə aid oxşar cəhət. Venesiya ilə sülh müqaviləsinin imzalanması yanlışdır. Avropa dövlətləri ilə Səfəvinin Ağqoyunlunun əlaqəsi olub, Qaraqoyunlunun yox. Ağqoyunlularla müharibənin aparılması hər ikisinin ortaq cəhətidir, əlbəttə ki. Bayrat torpaqları Monqollarda, Elxanilərlə müqavilə Elxanilər yoxdur. Osmanlılarla müharibə aparan Səfəvilərdir. Qaraqoyunlu hökmdarı Cahan Şahdan fərqli olaraq Uzun Həsən Səfəvi dövləti ilə müharibə aparmışdı. Uzun Həsən Səfəvi dövləti ilə müharibə aparmışdımı? Xeyr. İqta torpaq sahibindən geniş istifadə etmişdi? Xeyr, soyur qaldı. Osmanlıların daima sülh şəraitində yaşaması? Xeyr, Osmanlılarla mübarizəsi var Uzun Həsənin. Qərbi Avropa dövlətləri ilə geniş diplomatik əlaqələr qurmuşdu, əlbəttə, 28 elə D variantıdır. Əyanlara xidmət müqabilində Tiyul torpaqları Qaraqoyunlu, Ağqoyunluda yoxdur. Tiyul Səfəvilərdən yaranır. İqta əvəzinə soyurqal paylanırdı. Bəli, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərində, Səfəvilərdə isə bu Tiyul adlanır. Qaraqoyunlu və Ağqoyunlu dövründə Azərbaycanda feodal torpaq sahibliyi formalarında baş verən dəyişiklik nə oldu? Torpaq sahibliyinin hakim forması mülk oldu. Yanlışdır. Soyurqal əvəzinə Tiyul paylandı. Xeyr, İqta əvəzinə soyurqal paylandı. Elə C variantıdır. Feodalların irsi torpaq sahibliyi hüququ ləğv oldu, ləğv olmadı. Əsas torpaq sahibliyi forması olan xassisə ləğv edildi. Xeyr. Şah nəslinə aid olan torpaqlar ləğv edilməyib. 30 oldu C variantı. 31. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixinə aid oxşar cəhət istəyir bizdən. Sədr Əzəmin Ali Divanı rəhbərlik etməsi. Sədr Əzəm Ali Divanı rəhbərlik etmir, yanlışdır. Soyurqal torpaqlarının Tiyul torpaqları ilə əvəzlənməsi Qaraqoyunlu, Ağqoyunluda Tiyul ola bilməz. İqta torpaq sahibliyindən geniş istifadə olunması İqta deyil, soyurqaldır. Əmir Əli Məranın dövlətdə 3-cü şəxs sayılması 3 yox, 2-ci şəxs. Soyurqal torpaq sahibliyi var. Əmir Teymur Qara Yusifin fəaliyyətində ümumi cəhət. Cəlalirlərlə müharibə etmələri, əlbəttə, hər ikisi Cəlalilərə qarşı mübarizə aparıb. Osmanlı qoşunlarını məğlub etmələri Teymur məğlub edir 1402-ci ildə. Qara Yusifin Osmanlı ilə mübarizəsi yoxdur. Dostluğu var 1-ci Bəyazıdla. Məhkəmə islahatları keçirmələri heç birinə aid deyil. Hülakülərlə müharibə etmələri Əmir Teymur və Qara Yusifin dövründə Hülakülər dövləti yox idi artıq. Ağqoyunlu dövlətinin məğlubiyyətə uğratmaları. Nə Əmir Teymura aiddir bu, nə də Qara Yusifə. Ağqoyunlu dövləti yarananda Qara Yusif hakimiyyətdə deyildi. Ümumiyyətlə Qaraqoyunlular hakimiyyətdə deyildi. Qaraqoyunluların varlığına son qoyur, Ağqoyunlular yaranır. Əmir Teymurun da mübarizəsi yox idi. Çünki Əmir Teymur 1405-ci ildə vəfat edib. Ağqoyunlu dövləti yaranıb 1468-ci ildə. Qaraqoyunlu dövlətinə aid deyil. Teymurilər və Səfəvilərlə mübarizənin aparılması bu aiddir. Teymurlərlə də mübarizəsi var, Səfəvilərlə də. Səfəviləri qeyd etmişəm ki, hansı mübarizədir. Qızıl Ordu əleyhinə Rusiya ilə danışıqların aparılması. Rusiya ilə danışıqlar aparan Ağqoyunludur. Elə buna aid deyil. Aid deyil deyirəm, elə götürürəm bunu düzgün olaraq. 33 B variantı. Aid olmayan istəyir. Elə bu B variantıdır. Osmanlı dövləti ilə dost münasibətləri var. Şirvanşahlar asılı hala salıb. Feodal müharibələr nəticəsində zəifləyib, bəli. Qaraqoyunlu dövlətinə aid deyil. Türk sülaləsi tərəfindən idarə olunurdu, doğrudur. Şirvanşahlarla mübarizə aparıb, bəli. Herat müqaviləsi imzalayıb 1458-də. 1459-da üzr istəyirəm, bəli. Səfəvilər tərəfindən süquta uğradılması deyil, Ağqoyunlular tərəfindən süquta uğradılıb. Muş döyüşündə Ağqoyunluların məğlub olması, bəli. 34D. 35. Azərbaycanın 9-cu əsrin ikinci yarısı, 15-ci əsrin ikinci yarısı tarixinə aid ümumi cəhət. Ara müharibələrin son qoyula bilməz. Ölkə ərazisinin qısa müddətdə vahid dövlətdə birləşməsi 9-un ikinci yarısında vahid halda birləşmə yoxdur. 15-in ikinci yarısında da yoxdur heç. Yeni dövlətin meydana gəlməsi, bəli, 9-un ikinci yarısında yeni dövlətlərdən bizdə feodal dövlətlərindən adını çəkə bilərik. Şirvanşahların və Sacirlərin. 15-in ikinci yarısında Ağqoyunlunun.
Ərəb xilafəti ilə diplomatik əlaqələrin saxlanması yanlışdır. Şirvanda Dərbəndlər sülaləsi hakimiyyətdə olması, Dərbəndlər 9-da yoxdur. Dərbəndlər ümumiyyətlə gəlir 1382-də 1538-ə qədər. Doğru cavab 35-də C variantı. 36. Azərbaycanın 10-cu əsrin 1-ci yarısı və 15-ci əsrin 1-ci yarısı tarixi yenə yeni dövlətin meydana gəlməsi olacaq. 10-cu əsrin 1-ci yarısında yaranan yeni dövlət 941-ci ildə yaranan Salarilər dövlətini deyə bilərik. 941-ci ildə yaranan Salarilər dövlətini qeyd edə bilərik. 15-in 1-ci yarısında da, daha doğrusu Qaraqoyunlu. 36 oldu A variantı. Slavyanların Qaraçı yürüyüşü 10-da var, 15-də yoxdur. Şirvanşahlar dövlətində yeni sülalənin hakimiyyətə gəlməsi, onun 1-ci yarısında, 10-cu əsrin 1-ci yarısında yeni sülalə gəlmir hakimiyyətə, yanlışdır. 15-ci əsrin 1-ci yarısında da gəlmir. Teymurlərin hücumuna məruz qalması 15-10-da, xeyr. Teymurlərin hücumuna məruz qalmışıq 14-də. Qərbi Avropa ölkələrinin elçiliklərin göndərilməsi 10-da ümumiyyətlə ola bilməz. Amma Ağqoyunlu dövründə var. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinə aid ümumi cəhəti bizdən istəyir. Ümumi cəhət qərb ölkələri ilə Osmanlılara qarşı ittifaqa girmələri, ümumiyyətlə qərb ölkələri ilə ittifaqa girən Ağqoyunludur, diplomatik münasibətlər quran Ağqoyunludur. Səfəvi dövləti ilə mübarizə aparılması, Səfəvi dövləti ilə Ağqoyunlu mübarizə aparıb, Ağqoyunlunun ikinci qolu mübarizə aparıb, amma Qaraqoyunlu mübarizə aparmayıb. Qaraqoyunlu Səfəvilərlə mübarizə aparıb. Yanlışdır. Vəqf mülklərinə və ruhanilərdən vergilərin toplanmasını Əmir Əli Mərə başçılıq edir. Yanlışdır. Qapalı qanunverici orqanın Çənqaş adlanması, qapalı deyil, açıq orqanı Çənqaş adlanır. Qapalı qanunverici deyil, yox, üzr istəyirəm. Qapalı məşvərətçi orqandır, qanunverici orqan deyil Çənqaş. Baş vəzirin xarici işləri nəzarət etməsi, bəli, nəzarət edir, doğrudur. Qaraqoyunlu Cahanşahın hakimiyyəti illərinə aiddir. Sərdurud döyüşü Qara Yusifdə baş verib, amma Qara Yusif də hakimiyyətdə deyildi, çünki dövlət yaranmamışdı. Eləcə Qara Yusifə aiddir. Teymurlərlə Herat barışıq müqaviləsinin bağlanması, bəli, aiddir buna. Səfəvilərin Şirvana hücumu zamanı onlara ərzaqla yardım etməsi, Səfəvilərin Şirvana hücumu zamanı onlara ərzaqla yardım etməsi yanlışdır. Güclü mərkəzləşmiş dövlət yaratmır. Oturaq əhali veri tacirləri arxalanaraq ara müharibələrini tamamilə son qoya bilməz. Daha doğrusu B variantı 38-də. 39. Qaraqoyunlu İskəndər və Qara Yusifin fəaliyyətinin ümumi nəticəsi. Cəhəti daha doğrusu. Ağqoyunlu Həsən Padişaha qarşı mübarizə aparmışdılar hər ikisi. Yox, yanlışdır, heç bir mübarizə aparmayıb. Şirvanşahlar dövlətini astığa salmışdılar. Qara Yusifdir bu. Cəlari Sultan Əhmədlə müttəfiq olmuşdular. Cəlari Sultan Əhmədlə müttəfiq olan Qara Yusifdir. Teymurlərlə mübarizə aparmışdılar. Hər ikisi Teymurlərlə mübarizə aparıb əlbəttə. D variantı. Teymuru Şahruxa dəfələrlə qalib gəlmişdi. Heç birinə aid deyil bu. İskəndər Şahruxa məğlub olub. Qara Yusif də Şahruxla dəfələrlə qalib olması deyə bir şey yoxdur. Nə İskəndərin, nə də Qara Yusifin. 40. 100 illik müharibə dövründə Azərbaycanda 100 illik müharibə olub 1337-1453. Teymurlərin hakimiyyətinə son qoyulub. Teymurlərin hakimiyyətinə son qoyulub 1408-ci ildə. Elə bu aid intervala Ağqoyunlu dövləti süqut etmişdi 1503-cü ildə. Aid deyil. Hülakülər dövləti yaranmışdı 1258. Sənətkar Bəndərin rəhbərliyi ilə üsyan 1231-ci ildə Usta Bəndərin başçılığı ilə Eldənizlər dövlətin mövcud olması da bu dövrə aid deyil. 1136-dan 1225-ə qədər mövcud olub. Qaraqoyunlu dövlətin mövcudluğu dövrü yazaq 1410-1468. Qızılor dövlətinin yaranması 1243-də yaranıb, aid deyil. Atabeylər dövlətinin yaranması 1136, Dərbəndlər sülaləsinin Şirvanda hakimiyyətə gəlməsi 1382, Səfəvilər dövlətinin meydana gəlməsi 1501, Bizans imperiyasının süqutu 1453 bu aiddir. Qara Yusif və Şah İsmailin hakimiyyət dövrü üçün oxşar cəhət. Osmanlı 2-ci Bəyazid ilə dost olan 1-ci İsmaildir. Qara Yusif 1-ci Bəyazid ilə dostdur. Şirvanşahların tabi edilməsi bu Qara Yusifdir. Bir dəqiqə, ikisinə də aiddir bu. Şirvanşahları həm 1-ci İsmail tabi edir, həm də Qara Yusif. Bəli, bu ortaq cəhətdir. Teymurlərlə müharibə aparılması
Teymurlərlə müharibənin aparılması. Qara Yusifdə Teymurlərlə müharibə var. Qara Yusifdə var, amma İsmaildə yoxdur. Tiyol torpaq sahibliğindən istifadə İsmailin dövründədir Səfəvilərdə. Yeni sülalənin əsasının qoyulması. Yeni sülalənin əsası, yeni dövlətin əsasının qoyulması. Ortaq cəhət kimi, ortaq cəhət deyil. Qara Yusif dövlətin əsasını qoyur, sülalənin əsasını qoymur. Ona görə ortaq cəhət deyil bu. Doğru cavab 42-də oldu. B variantı. Uyğunluq pozulmuşdu. Sərdurud döyüşündə Qaraqoyunlular qalib gəldi Teymur qüvvələrinə. Bəli. Bağdad döyüşündə Cəlalirlərə qalib gəldi Qaraqoyunlu dövlətinin qüvvələri. Bağdad döyüşü Teymurilər və Qaraqoyunlu Cəlali birləşmiş qüvvələr arasında olub və burada qalib gələn tərəf Teymurilərdir. Muş döyüşündə Cahanşah məğlub oldu Ağqoyunlu qoşunlarına, doğrudur. Alaşkert döyüşündə Teymurilər qalib gəldi Qaraqoyunlu qüvvələrinə, doğrudur. Malatya döyüşündə Osmanlılar qalib gəldi Ağqoyunlular, doğrudur. Uyğunluq pozulmuşdu. Muş döyüşündə Uzun Həsən qalib gəldi Qaraqoyunlu qoşunlarına. Burada uyğunluq pozulmayıb. Doğrudur bu. Alaşkert döyüşündə Qara Yusif məğlub oldu. Alaşkertdə Qara Yusif deyil. Qara Məhəmməddir. Kür sahilindəki döyüşdə Şirvanşah 1-ci İbrahim qalib gəldi Teymurlərin qüvvələrinə. Doğrudur. Bağdad döyüşündə Teymurlər qalib gəldi Qaraqoyunluların Cəlalilərin birləşmiş qüvvələrinə. Malatya döyüşündə məğlub oldu Osmanlılar. Doğrudur. Uyğunluq gözlənilmişdi. Kür sahilindəki döyüşdə Şirvanşah 1-ci İbrahim məğlub oldu Ağqoyunlu qüvvələrinə. Ağqoyunlu yox, Qaraqoyunlulara. Sərdurud döyüşündə Qara Yusif məğlub oldu Teymurlərin qoşunlarına. Qalib gəlib. Alaşkert döyüşündə Qara Yusif məğlub oldu Teymurlərə. Qara Yusif deyil, bu Qara Məhəmməddir. Qara İskəndərdir, üzr istəyirəm. Bağdad döyüşündə Teymurilər qalib gəldi Qaraqoyunlu və Cəlali qüvvələrinə. Doğrudur. 394-də. Muş döyüşündə Qaraqoyunlular məğlub oldu Teymurilərə. Muş döyüşündə Ağqoyunlular qalib gəlir. Da üzr istəyirəm. Muş döyüşündə Ağqoyunlular qalib gəlir Qaraqoyunlulara da. Teymurlar iştirak etmir burada. Ağqoyunlular Qaraqoyun dövlətinə qalib gəlir. 45D-dir. 46 Sacı hökmdarı Yusif. Qaraqoyunlu hökmdarı Qara Yusif. Fəaliyyətindən ümumi cəhət. Elə Şirvanşahların asılı hala salınması. Hər iki Yusif Şirvanşahları asılı hala salıb. İdarə etdikləri dövlətin hülakülərin süqutu nəticəsində yaranması heç biri. Yeni sülalənin əsasının qoyulması. Nə bu Yusifə aiddir, nə də Qara Yusifə aiddir. Heç birinə aid deyil. Xilafətə qarşı müharibə aparmaları bu Yusif ibn Əbsacdır, Sacı hökmdarı. Yeni dövlətin əsasını qoyan Qaraqoyunlu Qara Yusifdir. Şirvanşahlar dövlətinin 15-ci əsrin 60-cı illər tarixi üçün xarakterik idi. Teymuri Şahruxla Ağqoyunlular əleyhinə ittifaqa girməsi. Teymuri Şahruxla Ağqoyunlular əleyhinə ittifaqa girməsi. Xeyr. Səfəvi dövlətinin hərbi qüvvələrlə toqquşması. Səfəvi dövləti yoxdur bu dövrdə. Qaraqoyunlu Cahanşahla hərbi ittifaqa girməsi. Bəli, 1460-cı ildə hərbi ittifaqa girirlər və Samur döyüşündə Səfəviləri məğlub edirlər. C doğrudur. Səfəvi dövlətinin asılılığı dövlət yoxdur. Alaşkert döyüşündə Alaşkert döyüşü 1421-də baş verib. Şirvanşahlar dövlətinin 15-ci əsrin 20-30-cu illər üçün xarakterikdir. Səfəvi dövləti bu dövrdə yoxdur. Dövlət süquta 1538-də uğramışdı. Ağqoyunlu Sultan Yaqubla Səfəvilər əleyhinə ittifaqa girməsi 1488-dədir bu Şahdağ döyüşündə. Qaraqoyunlu Qara Yusiflə hərbi ittifaqa girməsi, Qaraqoyunlu Qara Yusiflə hərbi ittifaqa girməsi yoxdur. Teymuri Şahruxla Qaraqoyunlular əleyhinə ittifaqa girməsi bu var. Bəli. 48Y. 49. Uyğunluq gözlənilmişdi. Qaraqoyunlu dövlətinin banisidir Qara Məhəmməd Qara Yusif. Əsəd döyüşündə qalib gəldi Teymurilər Qaraqoyunlular. Sərdurud döyüşündə məğlub oldu Teymurilər, doğrudur. Teymurilər Azərbaycandan qovuldular. Alaşkert döyüşündə deyil. Sərdurud döyüşündə, Muş döyüşündə qalib gəldi Qaraqoyunlular. Muş döyüşündə qalib gəlib Ağqoyunlular. Uyğunluq gözlənilmişdi. Sərdurud döyüşündə qalib gəldi Teymurilər, məğlub oldular. Əsəd döyüşündə məğlub oldu Cəlalilər, doğrudur. Qaraqoyunlu bəyliyinin banisidir Qara Yusif. Xeyr, yanlışdır. Bəyliyin banisidir. Qaraqoyunlu bəyliyinin banisidir. Deməli, Bayram Xoca. Muş döyüşündə qalib gəldi Qaraqoyunlu dövlətinin qoşunları, Ağqoyunlular.
Alaşkert döyüşündə qalib gəldi Qaraqoyunlular, Teymurilər. Yanlışdır. 51. Verilənlər nəticəsidir. Azərbaycanda yeni sülalənin hakimiyyətində başlandı. Oğuzların Azərbaycanda və qonşu ərazilərdə siyasi hakimiyyəti yenidən bərqərar oldu. Bu da təbii ki, Qaraqoyunlu dövlətinin yaranmasının nəticəsidir. Verilənlər nəticəsidir. Qaraqoyunlular qalib gəldi. Teymurlar Azərbaycandan qovuruldu. Bu Sərdərud döyüşüdür. B variantı. Verilənlər nəticəsidir. Azərbaycanda yeni sülalənin hakimiyyəti başlandı. Azərbaycanın və Ərəb İraqının bütün hakimləri Qara Yusifin hakimiyyətini qəbul etdilər. Bu da təbii ki, Əsəd döyüşündə Qaraqoyunluların Cəlalilər üzərində qələbəsindən sonra baş verən prosesdir. Verilənlər nəticəsində Şirvanşah 1-ci İbrahim Qaraqoyunlulardan asılılığı qəbul etdi. Qara Yusif öz hakimiyyətini Azərbaycanın şimal torpaqlarına yaydı. Bu da təbii ki, Kür sahili döyüşün nəticəsidir. 1412-ci ildə Şirvanşahlar və Qaraqoyunlular arasında baş vermişdi. Qaraqoyunlular qalib gəlib Şirvanşahlar özünə tabe edir. Qalibiyyətli müharibələr nəticəsində yaranan bu dövlət Kür çayı sahilində döyüşdə müttəfiqlər üzərində qələbə qazanır. Osmanlılarla dostluq əlaqəsi saxlayır. Mətndə haqqında danışılan dövlətin Şirvanşahlar dövləti ilə ümumi cəhətini müəyyən edək. Bu dövlət Qaraqoyunlu dövlətidir. Qaraqoyunluların Şirvanşahlarla ortaq cəhəti, bu sualı yaxşı yadda saxlayın. Teymurlərlə müharibədir. Birinci məqamı. Teymurlərlə müharibə, 15-də süquta uğraması, mətndə haqqında danışılan dövlətin Şirvanşahlarla ortaq cəhəti, 15-də süquta uğrayan Qaraqoyunludur. Şirvanşahlar 16-da süquta uğramışdı. Ərdəbil şeyxlərinin qoşunlar üzərində qələbə qazanılması, bəli, tamamilə doğrudur. Deməli, biri 1460-cı, hər ikisi ümumiyyətlə, 1460-cı ildə də, 1488-ci ildə də Şirvanşahlar iştirak edir. Hər ikisində müttəfiq qoşunlarla qalib gəlirlər. Samur döyüşündə də elə Qaraqoyunlular Şirvanşahlarla birləşib qalib gəlirlər. Yəni, uzun sözün qısası, həm Şirvanşahların, həm Qaraqoyunlunun Səfəvilər üzərində qələbəsi var. Yəni, Ərdəbil şeyxlərinin qoşunları üzərində qələbəsi var. 1-3 doğru cavabdır. Teymurlərin paytaxtını ələ keçirən Qaraqoyunlulardır. Qaraqoyunlu hökmdarları Qara İskəndər, Cahanşah. Alaşkert döyüşündə Teymur qoşunlarına məğlub oldu. Bəli, İskəndərdir. Teymur Şahruxun ölümündən sonra müstəqil siyasət yürüdən Cahandır. Cəlalilər İttifaqda Əmir Teymura qarşı mübarizə aparmışdı. Cəlalilər İttifaqda Əmir Teymura qarşı mübarizə aparmışdı. Bu Qara Yusifdir. Doğru cavab birinci tərəfdə olacaq, sadəcə B variantı. Cahanşah Qaraqoyunlu dövlətinin sonuncu hökmdarı deyil, Həsən Əli sonuncu hökmdar. Teymur Əbu Səidlə Herat sülhünü bağlayır. Teymuru Əbu Səidlə Herat sülhünü bağlamışdı. Doğrudur. Teymuri Şirvanşahlar ordusu tərəfindən məğlub olmuşdu. Teymuri Şirvanşahlar ordusu tərəfindən məğlub olmuşdu. Mən nəyəsə səhv baxdım, bir dəqiqə. Qaraqoyunlu hökmdarları Qara İskəndər Alaşkert döyüşündə Teymur qoşunlarına məğlub oldu. Bəli, məğlub oldu. Mən niyə B yazmışam bunu, anı götürməmişəm. İkinci tərəf düz gəlmədi, ona görə baxdım. Teymur Şahruxun ölümündən sonra müstəqil siyasət yürüdən Cahandır. Mən bunu səhv işarə elədim, amma İskəndərə götürdüm. Cəlalilər İttifaqda Əmir Teymura qarşı mübarizə aparmışdı. Bu Qara Yusifdir ümumiyyətlə. Birinci tərəfdə olacaq A. Birinci tərəfdə olacaq A. Qaraqoyunlu dövləti sonuncu hökmdar Həsən Əlidir. Əbu Səidlə müqavilə var. İkinci tərəf B-dir. Teymuri Şirvanşahlar ordusu tərəfindən məğlub olmuşdu. Cahan Teymuru və Şirvanşahlar ordusu tərəfindən məğlub olmuşdu. Yox. Birinci tərəf A, ikinci tərəf B. B variantı cavab. Qaraqoyunlulara aid olan döyüşlər dövlət demir. Demirsə Sərdurdu götürə bilərik. Muşu da götürə bilərik. 2 və 4. 2, 4. Qaraqoyunlulara aiddir. Yenə də Alaşkerdi götürə bilərik. Muşu götürə bilərik. 1, 4. Amasya sülhü səbəblərdir. Qoylisar döyüşü, Ağqoyunlular. Qoylisar döyüşü 1461-də olub. Ağqoyun dövləti yaranmamışdı hələ. Sadəcə Ağqoyunlulara aiddir. Qaraqoyunlu və Ağqoyunlu dövlətinin tarixinin oxşar cəhəti qalibiyyətli müharibələr nəticəsində yaranıb hər ikisi. Ortaq cəhət olmalıdır. Hülakülər yoxdur. Hülakülər görən kimi çıxın. Bu dövrdə hülakülər yoxdur. Teymurlərlə müharibə ikisində də var. Avropa ilə diplomatik əlaqə Ağqoyunludadır, Səfəvidədir. Qaraqoyunluda qəti yoxdur. Avropanı görən kimi çıxın. Qaraqoyunlu, Ağqoyunlu ortaq cəhətinə. Osmanlılarla müharibənin aparılması Ağqoyunludur. Qaraqoyunlu Osmanlılarla diplomatik münasibətlər qurub. Yəni dostluq əlaqəsi qurub. 1-3.
59. 60. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixinə aid oxşar cəhət. Vahid dövlətdə birləşdirmirlər Azərbaycanı. Alınmır. Soyurqal torpaq sahibliyi var. 15-də yaranıblar. Osmanlılarla müharibə Ağqoyunludadır. 16-da süquta uğradılan Ağqoyunludur. 2 və 3. 60-da. Azərbaycanın 15-ci əsr tarixinə aiddir. Elxani hökmdarı Qazan xan bu dövrdə yoxdur. Qazan xan olub hakimiyyətdə 1295-1304. Tiyul 15-də yoxdur, soyurqaldır. Şirvanşah 1-ci İbrahim Təbrizə daxil olması 1406. 3. Azərbaycanın soyurqal torpaq sahibliyi mövcud olması 4. Qaraqoyunlu dövlətinin yaranması 5. 3, 4, 5. Qaraqoyunlu və Osmanlı dövləti üçün ümumi cəhət, hökmdarın yanında qanunverici Ali Divanın fəaliyyət göstərməsi, yox, yanlışdır, ortaq cəhət deyil. Teymurilərlə müharibə aparılması ikisi də aparıbmı? Bəli, aparıb. Qaraqoyunlu da, Osmanlı da Teymurilərlə müharibə aparıb. Ağqoyunlularla müharibə aparıblarmı? Aparıblar. Ağqoyunlu dövləti desəydi artıq yanlış olardı. Hələ ki, dövlət yaranmamışdı Qaraqoyunlu mübarizədə. 2, 3. Dövlətdə baş vəzirin ikinci şəxs sayılması. Baş vəzirin Qaraqoyunluda baş vəzir deyil ikinci şəxs. Qaraqoyunluda ikinci şəxs Əmir Əli Üməradır. 2 və 3. 62-də. 63. Əmir Əli Ümera adətən sülalə zövlərindən və yarım köçəri Türkiyanlarından təyin olunurdu. Onlar hökmdardan sonra dövlətdə mühüm mövqeyə malik olub qoşun başçısı idilər. Əmir Əli Ümera titulu hökmdar tərəfindən şəxsən verilirdi. Onun hökmü əmirlər və digər hərbi rütbəli məmurlar üçün qanuni idi. Verilənlərə əsasən Qaraqoyunlu dövlətində Əmir Əli Ümera kim idi? Padişahdan sonra ikinci şəxs. Ordunun baş komandanı. Əlbəttə. Din, dünyəvi işlərdə müavini deyil bu. Vəkildir, bu səbəblərdədir. Əmirlərə və hərbi rütbəli şəxslərə rəhbərlik edən şəxsdir, bəli. Verdiyi hökmlər bütün ölkə əhalisi üçün qanunidir. Təbii ki, yanlışdır. Bütün ölkə əhalisi üçün qanuni sayılan padişahın əmirləridir. 63, 1, 2 və 4. 64. Qaraqoyunlu eldənizlər ümumi cəhət. Feodal ara müharibəsi nəticəsində zəiflənməsi ümumiyyətlə əksər dövlətlərin zəifləməsinin əsas səbəblərindən biridir bu. 1. Teymurlərlə mübarizə apara bilməz eldənizlər, çünki eldənizlərin dövründə Teymurlar yaranmamışdı. Təbriz paytaxt olub 1-3. Xidmət müqabilində hər ikisi torpağı paylayıb. Bəli, eldənizlər iqtidanıb, Qaraqoyunlu soyurqalı. Azərbaycanın cənubunda yaranması ortaq cəhət deyil. Qaraqoyunlu cənubda yaranıb, eldəniz şimalda. 64, 1-3, 4. 65. Pozulmuşdu. 1405-ci il Kürd döyüşünün baş verməsi, Şirvanşahların Qaraqoyunlulara asılığa düşməsi. Bu düzdür, doğrudur bu. Sərdurud döyüşü, carilərin Azərbaycandan qovulması Teymurilərin 2 səhvdir. İbrahimin Əmir Teymurla ittifaqı yaratması, Şirvanın Toxtamışın hücumlarından qorunması doğrudur. Əmir Teymurun Azərbaycanı tərk etməsi, Toxtamışın Səmərqəndə yürüşü. Əmir Teymurun Azərbaycanı tərk etməsi, Toxtamışın Azərbaycana yürüşü. Əmir Teymur Azərbaycanı tərk edir, Toxtamışın Səmərqəndə yürüşü. Hadisə budur, nəticə də bu. Xeyr, Toxtamışın Səmərqəndə yürüşünü eşidən Əmir Teymur Azərbaycanı tərk edir. Bu yazıb ki, hadisə olaraq Əmir Teymur Azərbaycanı tərk etməsə, Toxtamışın Səmərqəndə yürüşü. Yəni, Toxtamışın Səmərqəndə yürüşünün məqsədi, əsas səbəbi o deyil ki, Əmir Teymur Azərbaycanı tərk etdi. Toxtamış gəlir Səmərqəndə, ona görə, yəni səbəb olaraq Teymur çıxır Azərbaycandan. Ona görə 4-ü götürə bilmərik, 4 yanlışdır. Səbəb nəticəni yanlış verib. Qalibiyyətli müharibələrin aparılması, Qaraqoyunlu'nun yaranması, bu doğrudur. Bir dəqiqə, mən Kürü başqa Kürlə qarışdırdım. Başqa Kürdür bu. 1405-ci il Kür döyüşünün baş verməsi. Bu Kür Şirvanşahlarla Teymurilər arasında olan Kürdür. Şirvanşahların Qaraqoyunlulardan asılığa düşməsi, yox, yanlışdır bu. Bir yanlışdır. Çünki burada Qaraqoyunlular deyil, axı Şirvanşahlar və Teymurilərdir. Şirvanşahlar Teymurilərə qalib gəlir. Mən 1405 Kürünü 1412 kimi fikirləşib yazdım. 1405-1412 gördüm. Ona görə 1-2-5. Bunlar da normaldır. Artıq axşamdır, saat 4-dür. Sizin üçün paylaşım edirəm. Hal xoşunuz olsun. Təki bir şey öyrənin, təki bir nəticəsi olsun.
64-ə baxdıq. Növbəti sual 65-dir. Hadisə nəticə əlaqələrini müəyyən edək. Teymuri Şahrıxın ölümü, Cahanşahın müstəqil siyasət yeritməsi, bu doğrudur. Sərduru döyüşünə Qaraqoyunluların qalib gəlməsi, Teymurilərin Azərbaycandan qovulması, artıq bunu əzbərlədiniz. Kür çayı sahilindəki döyüşdə Şirvanşahların məğlub olması, Kür döyüşündə Şirvanşahların məğlub olması, paytaxt Təbriz olan Qaraqoyunlu yaranması nə əlaqə? 1-2. Osmanlının Konstantinopol fəth etməsi, Ağqoyunlu dövləti ilə Venesiya arasında hərbi ittifaqın bağlanması. Ağqoyunlu Venesiya ilə ittifaqı bağlayıb 1472-də. Konstantinopol fəth olunub 1453-də. Arasında bu qədər fərq var. İl var. Ona görə 1-2. Ağqoyunlu şəhzadələri arasında çəkişmələrin baş verməsi, əhbərin imzalanması tamamilə doğrudur. Deməli 1, 2 və 5. 66-da 1, 2, 5. 67. Hadisə nəticə əlaqələrini müəyyən edək. Sultan Yaqubun Səfəvilər nəslinin güclənməsindən narahat olması, Ərdəbil hakimliyinə məxsus mülklərin müsadirə olunması. Bəli. Teymurilər dövlətinə daxil çəkişmələrin baş verməsi, Cahanşahın Heratı tərk etməsi. Cahanşahın Heratı tərk etməsinin səbəbi bu deyildi. Qiyamların baş verməsi idi. Cəlairlərlə Qaraqoyunlular arasında münasibətlərin kəskinləşməsi, Naxçıvan yaxınlığında Araz çay sahilində döyüşün baş verməsi, xeyr, Əsəd döyüşüdür. Baş verən döyüş 1410-da. Əmir Teymurun Təbrizi tutması, Cəlairlər dövlətinin varlığına son qoyulması. Yanlış tamamilə. Şirvanşah 1-ci İbrahimin Qaraqoyunlu dövlətinin azlığı qəbul etməsi, Qara Yusifin öz hakimiyyətini şimala yayması. Doğrudur, razıyıq. 1 və 5. 67, 1, 5. 68. Hadisə nəticə əlaqəsini müəyyən edək. Osmanlı dövlətinin Ağqoyunlu bəyliyinə qarşı mübarizəyə başlaması, Qara Osmanın Əmir Teymurla yaxınlaşması. Bəli, Osmanlı dövlətinin Ağqoyunlu bəyliyinə qarşı mübarizəyə başlaması, Osmanın Teymurla yaxınlaşmasına səbəb oldu. Nəticə bu olacaq, bəli. 1. Osmanlı dövləti ilə Ağqoyunlular arasında münasibətlərin pisləşməsi, Avropa dövlətləri ilə Ağqoyunlular arasında diplomatik əlaqənin genişlənməsi. Bəli, 1-2. Teymurların Azərbaycana müdaxilə etməsi, Ağqoyunlu-Venesiya əlaqəsi yoxdur. Yaqub Padşahın Osmanlı Sultanı ilə dostluq münasibətləri yaratması, Azərbaycana hücum etmiş Teymuri Əbu Səidin qüvvələrinin məğlub edilməsi. Əbu Səidin qüvvələrini məğlub edən Uzun Həsəndir. Əpər sazişinin imzalanması, Ağqoyunlu dövlətində daxili mübarizənin başa çatması və dövlətin güclənməsi. Xeyr, zəifləməyə gətirib çıxarır. Güclənmir. 68 oldu nə? 1 və 2. 68, 1, 2. 69. Bayandurların nümayəndəsi olan Qara Osman bəy siyasi nüfuzu gücləndirərək Ağqoyunlu bəyliyini yaratmışdı. Bəli. Bu zaman Baharlı sülaləsindən olan Qara Yusif də güclənir. O Teymurilərə qarşı təkbaşına mübarizə aparmağın mümkün olmadığını görüb, Qara Osman bəyə müttəfiqlik təklif etmişdi Ağqoyunlulara. Bununla da Qara Osman nə deyir? Qara Osman razı olurmu? Qara Yusuf Teymurilərə qarşı ittifaq bağlayır, bağlamır, imtina eləmişdi. Təklifi qəbul etmir, bəli. Əsas rəqibi olan Baharlılara qarşı Osmanlı Sultanı İldırım Bəyazı ilə dost münasibətləri saxlayır. Qara Osman bəydən söhbət gedirsə yanlışdır. İldırım Bəyazı ilə dost münasibəti saxlayan Yusifdir. Əmir Teymur Osmanlılar üzərində qələbəsindən istifadə edərək Ağqoyunlu dövlətinin ərazisini genişləndirir 100%. Teymurilər ittifaqdan istifadə edərək bütün Azərbaycan qısa müddətdə birləşdirir, yanlışdır. 2 və 4 olacaq Osman bəyə aid olan. Dövlətlərin yaranmasının xronoloji ardıcıllığı, əlbəttə ki, birinci olacaq Salarilər, Şəddadilər, Şirvanşah, bir dəqiqə özür istəyirəm, Şirvanşahları görmürdüm. Birinci yaradaq Şirvanşahları 861. Sonra Salariləri 941, Şəddadilər 971, Qaraqoyunlu 1410. 2, 1, 3, 4. Dövlətlərin yaranması xronoloji ardıcıllığı, Rəvvadi 981, yazım yadımdan çıxmasın, Elnəzər 1136, Elxanilər 1258, Qaraqoyunlu 1410. Deməli olacaq 1, 2, 3 və 4. Elə ardıcıllıq belə gələcək. Əpər sazişi 1500. Qaraqoyunlu dövlətinin yaranması olacaq 1410. Sərdurud 1408. Doğru cavab 3, 2, 1.
74. Xronoloji ardıcılığı müəyyən edək. Kür sahili döyüş 1412. Baxım görüm hansı Kür sahilidir. Yox, İbrahimin qələbə qazanması deyir. Deməli 1405-dir. Ağqoyunlu dövlətinin yaradılması 1468. Sərdurud 1408. Doğru cavab 1-3-2. 74-də 1-3-2. Kür döyüşü deyəndə diqqətlə baxın. Bayaqdan özüm 2 dəfə qarışdırmışam bu Kür döyüşünü. Xronoloji ardıcıllıq. Sərdurud döyüşü 1408. Əsəd 1410. Dövlətin yaranması 1410. İndi biri götürürük birinci. Əsəd sonra dövlətin yaranması. 75 olacaq 1-2-3. Əsəd döyüşündən sonra dövlət yaranır. Azərbaycanın Cəlalirlərin hakimiyyəti bitir 1410-da. Şirvanşah 1-ci İbrahim Qara Yusifdən asılılığı qəbul edir 1412-də Kür döyüşündə. Dövlət yaranır 1410-da. O olacaq 1. Əsəd döyüşü ilə Cəlalirlərin hakimiyyətinə son qoyulması. 3 və 2. 1-3-2 76-da. 77. Xronoloji ardıcıllığı müəyyən edək. Sərdurud 1408. Cəlalirlərin hakimiyyətinə son qoyulması 1410. Kür döyüşü Qaraqoyunlu Şirvanşahı gördüm 1412. Qaraqoyunlu dövlətinin yaranması 1410. 1'i götürürük birinci. 2. 1-2. 4 və 3. Qaraqoyunlu dövləti ilə bağlı sonuncu sualımız səbəblər. Cəlalirlər. Qaraqoyunlular məğlub etmişdir. Səbəbləri Cəlalirləri. Səbəbləri Samur döyüşündə. Deməli, Samur döyüşü baş verib 1460-cı ildə. Qaraqoyunlu və Şirvanşahlar birləşir. Qaraqoyunlulardan Cahanşah, Şirvanşah 1-ci Xəlulla müttəfiq qoşunlar səbəblər üzərində qələbə çalır. Bu da döyüşdür. Hansı döyüşdür? Samur döyüşü. 1 oldu C variantı. Cəlalirlər Əsəd döyüşünü məğlub edirlər Təbriz yaxınlığında 1410-cu ildə. 2 də Y. 1C, 2Y. Növbəti mövzumuz Ağqoyunlu dövlətidir. 15-ci əsrdə Azərbaycanda Çobanbəy vergisini ödəyirdilər. Asan sualda köçəri maldarlar uzun əsərin qanunnamə verməkdə məqsədi vahid pul sistemi yaratmaq deyildi. Vergi işlərini nizama salmaq. Bəli. İslam dininin mərkəzi dövlət aparatındakı mövqeyini bərpa etmək əlaqəsi yoxdur. Köçəri feodalların dövlət işlərinin mövqeyini zəiflətmək, sənətkarlıq və ticarətin inkişafını təmin etmək deyildi. Uzun əsərin qanunnaməsinə əsasən əkilməyən torpaqlardan vergi alınmağa başladı. Yanlışdır. Yəni qanunnamədə belə bir maddə yoxdur. Avropa dövlətləri pək ticarət nizama salındı. Yanlışdır. Hərbi xidmətə görə torpaq mülklərinin verilməsi yoxdur belə bir şey. Sənətkarlar vergilərdən və hərbi xidmətdən azad oldular. Yanlışdır. Vergilərin miqdarı qismən də olsa azaldı. Osmanlıların Trabzonu fəth etməsinin Ağqoyunlular üçün nəticəsi nə oldu? Əlbəttə ki, Ağqoyunlular Qara dənizə yeganə çıxış yolunu itirdilər 1461-ci ildə. Ağqoyunlular Trabzona yeganə çıxış yolunu itirdi. Trabzonun fəthi ilə, yəni Osmanlılar tərəfindən. B variantı 1461. Uzun Həsən 1461-ci ildə anasız Saray xatunun 2-ci Mehmetin yanına danışıqları göndərməkdə məqsədi nə olub? Avropa dövlətlərinə qarşı birgə hərbi əməliyyatları başlamağı təklif etmək deyildi. 2 məqsədi var idi. Trabzon şəhərinin Ağqoyunlulara qaytarılmasını tələb etmək, yox. Trabzon Ağqoyunlulardaydı. Teymurilərə qarşı ittifaq yaratmağı xahiş etmək, bu da deyildi məsələ. 2-ci Mehmeti Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmaq, bəli. Trabzon imperiyasına qarşı birləşməyə təklif etmək yanlışdır. 2-ci Mehmetlə görüşdə Saray xatunun qarşısında duran vəzifələrdən biri nə olmuşdu? Biri o idi ki, Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırsın Osmanlıları. Digəri də Osmanlıların Trabzona hücum etmək fikrindən daşındırsın. Y variantıdır, asan suallardır bunlar. Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin padişahdan sonra ikinci şəxs, az öncə qeyd etmişdik Qaraqoyunludakı Əmrəl Üməra adlanır, baş komandan yəni. 8C variantı. Ağqoyunlu dövlətində baş komandan adlanırdı. Baş komandan Əmrəl Üməradır. 1461-ci ildə Muş döyüşü 1467-dir. Ağqoyunlular Osmanlılar arasında hərbi əməliyyatlara son qoyuldu. Yox. Osmanlılarla Ağqoyunlular arasında Malatya 1473-dür. Trabzonun varlığına son qoyuldu. Ağqoyunlu dövləti Qara dənizə yeganə çıxışını itirdi.
Ağqoyunlu dövləti Qaradənizə yeganə çıxışını itirdi. Aha, Ağqoyunlu olmalıydı. Baxıram ki, düzdür, amma niyə ki cavab çıxsın? Ağqoyunlu dövlət deyildi axı. 1461-ci ildə Ağqoyunlular idi. Dövlət 1468-də yaranacaq. Dövlət yazdığına görə bu yanlış oldu. 10D variantı. 11. Feod ilə soyurqalın oxşarlığı xidmətə görə verilən torpaqlardır bunlar. Uzun Həsən hakimiyyət dövründə Ağqoyunlular müharibə aparmamışdılar. Teymurla aparıblar. Səfəvlərlə müharibəsi yoxdur. Osmanlı var, Gürcü var, Qaraqoyunlu var. Bir dəqiqə 12 başladı buradan. 12'ye burada baxdım. Ardı başqa bir şey gəlir. Bir dəqiqə. Buradan başlayırmış test. Yoxdur, yuxarıda bunu izah elədim. 12'ye gəlirəm, 13'e gəlirəm buradan. 15-ci əsrin 60-70-ci illərində Ağqoyunluların münasibətlərinin kəskin pisləşdiyi dövlət. 15-ci əsrin 60-70-ci illərdə bu dövlət hansı dövlətdir? Osmanlı dövləti əlbəttə ki. A variantı. 15-ci əsrdə Şərqdə, eləcə də Avropada tanınan diplomat qadın olmuşdu Saray Xatun. Avropa ölkələri ilə geniş diplomatik əlaqələr yaratmış Azərbaycan dövləti Ağqoyunlu, Səfəvi, Ağqoyunlu dövlətinə aid olan döyüş, dövlətə aid olan döyüş deyirsə, Malatya döyüşüdür. Muşu götürə bilmərik, çünki Muşda yaranmamışdı dövlət. Yəni dövlət aid istəyir, Muşu götürə bilmərik. Otluq belidir. Ağqoyunlulara aid olmayan döyüş Mərv döyüşüdür. Bu Şeybanilər və Səfəvilər arasında olub. Ağqoyunlu qüvvələri ilə Osmanlılar arasında ilk döyüş Qoylisar 1461. Dövlət deyildi amma Ağqoyunlu. Qazan xan və Həsən padşahın hakimiyyət dövrünə aid oxşarlıq. Hər ikisi vergi islahatı keçirib yadda saxlayın. Ağqoyunluların dövlət idarəçiliyinə aid sxemi tamamlaya padşah Əmir Əl-Üməra ikinci yerdə. Padşah Əmir Əl-Üməra Sədrəzəmdə 3-cü yerdə. Elxanilər və Ağqoyunlu dövlətinin ümumi cəhəti 15-də yaranmaları Ağqoyunluya aiddir. Elxanilər 13-də yaranıb. Arazdan şimalda yaranmaları Ağqoyunlu cənubda yaranıb. Təbriz şəhərinin paytaxt olması, Təbriz şəhəri hər ikisində paytaxt olub. Olacaq 23C. Paytaxtın Naxçıvan olması heç birinə aid deyil. Bütün Azərbaycan vahid dövlətə birləşdirilməsi də heç birinə aid deyil. 23'də oldu C variantı. 24. 15-ci əsrə aiddir. Amasya 1555'dir. Çıldır 1578. Əmir Teymurun Azərbaycan yürüşə başlaması 14-cü əsrdir. 1386. Alma bulağı döyüşü 1503. Malatya vuruşması 1473. Ağqoyunlularla Osmanlı İmperiyası arasında baş verməmiş döyüş. Qoylisar baş verib, Otluq beli, Beyşehir, Malatya, Alma bulağı Ağqoyunlular və Səfəvilər arasındadır. Ağqoyunlu dövləti mövcudluğu dövründə baş verməmiş döyüş. Alaşkertdir belə bu. Bunda Ağqoyunlu yaranmamışdı. Malatya, Alma bulağı, Otluq beli, Şərur aiddir. Ağqoyunlu Uzun Həsənlə Osmanlı İmperiyası arasında münasibətlərin kəskinləşməsinin səbəbi nə oldu? Təbii ki, əsas məsələ, önəmli məsələ Trabzon məsələsi idi. Ağqoyunlu dövlətinə aid deyil, dövlətə. Tiyul torpaq sahibliyi səbəblərdədir, elə A variantıdır. Banisi Həsən padşahdır, paytaxt Təbriz 15-ci yarısında yaranıb, diplomatik münasibət Avropa ilə var. Birinci yerdə əlbəttə ki, padşah dayanır. 4-cü yerdə isə sahibi divan, yəni vəzir. 30 olacaq Y variantı. Qazan xanlığı və Ağqoyunlu dövlətlərinə aid oxşar cəhət, Slavyanların yürüşünə məruz qalmaları, 16-cı əsrin əvvəllərində yaranması, Qazan 15-də yaranıb, Ağqoyunlu da həmçinin 15-də yaranıb. Toxtamış xanın hücumuna məruz qalması, yox. Yerli əyanların iqta şəklində torpağın paylanması, deyil. 15-də yaranmaları ortaq cəhətdir. Padşah Əmir Əl-Üməra Mövlana, yəni Sədrəzəm 32Y. 33. Padşah Əmir Əl-Üməra. Yaxşı oldu ki, bunları artıq əzbərləyirsiniz. Hər dəfə təkrar edirik, əzbərləyirsiniz. 33 oldu A variantı.
Qədim Roma imperiyası 395, Ağqoyunlu 1500. Əlbəttə ki, iki hissəyə bölünmələri, parçalanmalardır. Cavab asan sualdır. İlləri verib konkret olaraq biz də görən kimi bilməliyik. 34Y. Bayandurlu sülaləsinin hakimiyyətinə qəti olaraq son qoyuldu. Nə zaman? Almabulağı ilə Ağqoyunlu ikinci qoluna son qoyulanda. Yəni məğlubiyyətə uğrayanda Şah İsmailin Sultan Murad üzərində qələbəsi nəticəsində 1503 Almabulağı döyüşü. Otluqbeli Almabulağı döyüşünün oxşar cəhəti Otluqbelində də Ağqoyunlu məğlub olub Osmanlılara, Almabulağında isə Səfəvilərə. Ağqoyunluların məğlub olması da ortaq cəhət. 36Y. 37. Otluqbeli döyüşünün nəticəsi Otluqbelində Osmanlılar qalib gəldi. Osmanlılar Ağqoyunlulara qalib gəldi. 37B. 38. Malatya döyüşünün nəticəsində Ağqoyunlu Osmanlılara qalib gəldi. Osmanlılar Ağqoyunlulara məğlub oldu, yəni. İqta ilə soyurqal xüsusiyyətləri müəyyən edək. Soyurqalın xüsusiyyətləri hər ikisinin ortaq cəhəti nə olacaq? İqta ərəblərin dövründə yaranıb. Soyurqal da Qaraqoyunlu Ağqoyunlu dövründə. İqtanı ərəblər soyurqalı sacilər xeyr. İqtanı ərəblər soyurqalı Səfəvilər yox. Qaraqoyunlu Ağqoyunlu. İqta satıla bağışlana, soyurqal isə satıla bağışlana bilməzdi. Yanlışdır. İcarəyə verilə bilməzdi. Soyurqal isə verilə bilərdi. Yanlışdır. Doğru cavab Y variantı. İqtanı ərəblər, soyurqalı isə Qaraqoyunlu və Ağqoyunlular tətbiq etmişdilər. Bəli. Soyurqal Ağqoyunluda var. Xostak yoxdur. Elxanidə yoxdur. Albaniyada var. Doğru cavab 5-6. 40C. 41. 15-ci əsrin axırlarında Ağqoyunlu dövlətinin tarixinə aiddir. 15-in axırlarında. Trabzon dövləti ilə münasibətlərin mövcud olması yox. Trabzon 1461-də süquta uğramışdı. Şərur döyüşü 1501-dir. 16-cı əsrdə artıq. Almabulağı 16-cı əsrdir. Daxili çəkişmələr olar əlbəttə ki. Sultan II. Mehmet ilə Saray xatunun görüşməsi 1461-dir bu. Şərur və Almabulağı döyüşünün oxşar nəticəsi. Şərurda Səfəvilər qalib gəlib Ağqoyunlulara, elə Almabulağında da Ağqoyunlulara qalib gəliblər. Amma birində Səfəvilər dövlətdir, Şərurda dövlət deyil. Diqqətli olun. Ağqoyunlular ikisində də məğlub olub. D variantı. Ağqoyunluların 15-ci əsrin 60-cı illərin əvvəlləri tarixinə aiddir. 15-ci əsrin 60-cı illəri. Slavyanlar yoxdur bu heç. Osmanlı dövlətli müharibə var, bəli. 1461 Qoylisar döyüşü. Bəyliyin yaranması xeyr, 14-cü əsr. Ölkə arasında Səfəvilər dövlətinin tərkibinə qatılması Səfəvilər dövləti 1501-də yaranıb. Qaraqoyunlu dövləti ilə nədirsə buraya yazılıb. Ağqoyunlu 15-ci əsrin 60-cı illərin əvvəlləri. Yəqin ki, süquta uğraması yazıb Qaraqoyunluların. Elə ümid edirəm. 43B görünmür burada ona görə. 44. Azərbaycanın 15-ci əsrin 60-cı illərinin sonları tarixi. Tayfa İttifaqının 14-cü əsr. Ölkə arası Monqolların yürüşü 13-dədir. Ağqoyunlu dövlətinin yaranması 60-cı illərinin sonları. Elə budur. 1468. Elxanilər yoxdur. Qoylisar 1461-də əvvəlləridir. Ağqoyunlu Uzun Həsənin Qoylisar adlı yerdə Osmanlılar döyüşə girməsinin səbəbi nədir? Qızıl Ordu yox, Xorasan ələ keçirmək deyil. Qaraqoyunlu dövlətinin varlığına son qoymaq yox. Teymurilərin əsas zərbə qüvvəsi məhv etmək deyildi, Trabzonu müdafiə etmək istəyirdi 1461-də. Ağqoyunluların 15-ci əsrin 50-ci illər tarixinə aiddir. Osmanlıların yürüşünə məruz qalması yoxdur. Həsən bəyin Ağqoyunlu bəyliyinin hakimiyyətə gəlməsi 1453-dədir. Elə B-dir. Baharlının hakimiyyətinə son qoyulub 1468-60-cı illərdir. Cəlalirlərin asılı salınması yanlışdır. Soyurqal torpaq sahibinin yol əvəz olunması yox. Qaraqoyunlu Ağqoyunlu da soyurqaldır. Ağqoyunlu dövlətinə aiddir. Dövlət. Şeybanilərlə mübarizə yoxdur. Cəlalirlər sülaləsinin hakimiyyətinə son qoyulması bu olacaq Qaraqoyunluda. Səbəbləri qalib gəldikdən sonra yaradılması yanlışdır. Qaraqoyunlulara qalib gəlir. Elxanilər yoxdur ümumiyyətlə burada. Osmanlı ilə müharibəsi var amma. 47 oldu Y variantı. 48. Qopçur Ağqoyunluda. Qopçur Ağqoyunluda yoxdur. Tamğa Hülaküdə yoxdur. Hülaküdə
Bir də göz üstən var. 3 var. Atabəylərdə yoxdur. Gezid Ağqoyunlu. Bir dəqiqə nəyisə səhv baxdım. Tamğa dedik Hülakülərdə var. Hə, Ağqoyunluda da var. Tamğa 1565-də ləğv olunur Təhmasib tərəfindən. Bəli, var. Heç baxmadım 4-ə. 3 və 4. 48 olacaq D variantı. 49. Paytaxtların uyğunluğuna baxırıq. Qəzvin Səfəvilərdə var. Şamaxı yoxdur. 6 deməli var cavabda. Təbriz Ağqoyunluda var. 3-6 D variantıdır. Bərdə Sacilər deyil. Marağa Salarilərdə deyil. Elə 3-6, 49 D variantı. Ağqoyunlu dövlətinə aid deyil. Osmanlılarla mübarizə var. Malatya, Otluqbeli. Herat müqaviləsi Cahanşahdadır, Qaraqoyunludadır. Diplomatik əlaqədə var. 50 D. 51. Azərbaycanda mal cəhət və xəraca aid oxşar cəhət. Mal cəhət torpaqdan istifadə əvəzində müsəlman olmayan alınan can vergisi deyirlər. Torpaqdan istifadə əvəzində verilən vergilər, tacir sənətkar deyil, otlaq deyil, hərbi xidmət deyil. Bəli, torpaqdan istifadə əvəzində alınan vergilər, məhsul vergiləri 51B. 52. Teymuri dövləti Ağqoyunluların oxşar cəhətinə aid deyil. 16 hakimiyyətlərinə son qoyulub. Bəli, Teymurlar 1507, Ağqoyunluların ikinci qolu 1503. Aid olmayan istəyir bizdən. Osmanlılara qalib gəlib ikisi də. Teymurlar 1402 Ankara döyüşü, Ağqoyunlular isə 1473. Düzdür, 1461-də də qalib gəliblər Qoylisarda, orada dövlət deyildi. 1473 Malatya döyüşündə də qalib gəliblər, onda dövlət idi. Səbəblər tərəfindən süquta uğratmaları Teymurlar Şeybanilər tərəfindən, Ağqoyunlular amma Səbəblər tərəfindən ortada cəhət deyil. 52C. Müəyyən müddət Şirvanşahlarla müttəfiq olmaları. Teymurlar müttəfiq olub, Ağqoyunlular da müttəfiq olub, bəli. Sultan Yaqub Fərrux Yasarla müttəfiq olub Şahdağ döyüşündə. Qaraqoyunlularla müharibə aparmaları Teymur aparıb, Qaraqoyunlularla müharibə aparmaları. Aid olmayan istəyir, ikisi də müharibə aparıb. Dedik 16 hakimiyyətin son qoyulur, bəli. Osmanlılara qalib gəlib hər ikisi. Müəyyən müddət Şirvanşahlarla müttəfiq olub hər ikisi. Qaraqoyunlularla da müharibə aparıblar, bəli. Ağqoyunlu və Rusiya tarixinə aid oxşar cəhət. Trabzondan qohumluq olan Ağqoyunludur. Qızıl Ordu dövləti ilə mübarizə aparılması Rusiyadır. Osmanlı dövləti ilə müharibə aparması, bəli, ikisində də var. Venesiya ilə müharibədə məğlub olması. Venesiya diplomatik münasibət var. Əmir Teymurun yürüşünə məruz qalması. Əmir Teymur Ağqoyunluda. Rusiya ümumiyyətlə Əmir Teymurun yürüşünə məruz qalmır. Getmir Teymur Rusiyaya. Ağqoyunlu da yarananda ümumiyyətlə Teymur yox idi hakimiyyətdə. Teymur 1405-də vəfat etmişdi. Doğru cavab 53-də C variantı. 54. 1461-ci ildə Osmanlıların Trabzon üzərinə hücumunun nəticəsi nə oldu? Təbii ki, Trabzon imperiyası süquta uğradı. Baxırıq, Osmanlı qoşunlarına zərbə qüvvəsi məhv edilir, yanlışdır. Ağqoyunlu dövləti öz müttəfiqini itirdi. Ağqoyunlu dövlət deyildi, diqqətli olun. Özüm belə qarışdırıram yəni. 1461. Bəli, Ağqoyunlu müttəfiqini itirdi, amma dövlət deyildi. Ağqoyunlu yasaydı düz idi, yana götürə bilərdik. Ağqoyunlu Avropa ticarət əlaqəsinə ağır zərbə vuruldu. Bəli, C variantı doğrudur. Trabzon imperiyası Osmanlılara xərac verməyə razı oldu, yanlışdır. Nəticəsindən söhbət gedir. Trabzon xəzinəsi varislik hüququ əsasında bütünlüklə Ağqoyunlulara verilmədi bir hissəsi. 54 oldu C variantı. 55. Otluqbeli döyüşündə Ağqoyunluların məğlubiyyətinin əsas səbəbi nə idi? Əlbəttə ki, Osmanlıların ordusunun Ağqoyunlulardan güclü olması, odlu silah. 56. Ağqoyunlu dövlətinin Avropa ölkələrlə geniş diplomatik əlaqələr yaratmaqda məqsədi nə ola bilər ki? Məqsəd odlu silah almaq, mübarizəni davam etdirmək, hətta Trabzonda geri qaytarmaq istəyirdi. Ölkəyə artilleriya mütəxəssislərini dəvət etmək. 56 olacaq B. 57. Soyurqal torpaq sahibliyi üçün səciyyəvi idi. Yalnız mülki xidmətlə bağlı olmaması xidmətlə bağlı idi. Sülalə torpaqları yanlışdır. Sahiblərinin vergi toxunulmazlığı hüququna malik olması, olmaması yox. İrsən keçməsi, bəli.
Ağqoyunluların 15-ci əsrin 70-ci illər tarixinə aiddir. Həsənin Gürcüstana yürüşü də elə bu. Trabzon məsələsi 1461-dir. Ağqoyunlu 14-cü əsrdir bu. Cəlalirlərin Azərbaycanda hakimiyyətinə son qoyulması 1410-dur bu. Qaraqoyunluları məğlub edib onun dövlət müstəqilliyinin son qoyması 1468-dədir. 58 oldu A variantı. 59 Həsən Padişah və 1-ci Pyotr. Osmanlı ilə müharibə aparıblar bu iki hökmdarın ikisi də. Əlbəttə ki. 60. Ağqoyunluların 15-ci əsrin 60-cı illərin ikinci yarısı. Amasya Ağqoyunlulara aid deyil. 1555 Səfəvidir. Venesiya ilə hərbi ittifaqın bağlanması 1472-də Ağqoyunluda. İki hissəyə parçalanması 1500-dür. Təbrizin paytaxta çevrilməsi elə dövlət yarananda bəli 1468-də, Gürcüstan 70-ci illərdir. Ağqoyunluların 15-ci əsrin 60-cı illərin əvvəlləri tarixi, Qaradənizə yeganə çıxış yolunu itirməsi Trabzon 1461, Əpər 1500, Səfəvilərlə müharibə aparılması 80-ci illərdə, Səfəvilərlə müharibə 80-ci illər, dövlətlə müharibə artıq 16-cı əsrdədir. Həsən Padişahın Ağqoyun dövlətin əsasının qoyulması əvvəlləri deyil, sonlarıdır. Təbriz şəhərinin dövlətin paytaxtı sonlarıdır. Bu bizə deyirdi ki, 15-ci əsrin 60-cı illərin əvvəlləri. 15-ci əsrdə Azərbaycanda göstərilənlər aiddir. Daxili inzibati və xarici işlərə baxırdı. Kim idi bu? Əvvəldəki vəzir. Dövlət gəlirləri maliyyə işlərinə baxırdı vəzir. 62-dir. 63. Ağqoyun dövlətinin 15-ci əsrin 70-ci illərinə aid deyil. Osmanlı sülh müqaviləsinin pozulması 72-də pozulur, bəli. Rüstəm Padişahın Səfəvilərlə ittifaq qurması, Rüstəmin Səfəvilərlə ittifaq qurması aid deyil ilə 80-ci illərdir bu. Rüstəm Padişahın Səfəvilərlə ittifaq qurması. Bir dəqiqə. Rüstəm Padişahın Səfəvilərlə ittifaq qurması. 70-ci illərdirmi? Xeyr, 70-ci illər deyil, yanlışdır. 70-ci illərdə hakimiyyətdə olub Uzun Həsən və Sultan Yaqub. İri feodalların mərkəzi hakimiyyətə qarşı mübarizəsinin güclənməsi. Elə üstündən xətt çəkirəm və götürmürəm onu. Deyil istəyir bizdən. Deyildirsə elə 63 B variantıdır. İri feodalların mərkəzi hakimiyyətə qarşı mübarizəsinin güclənməsi 70-də var. Venesiya ilə ittifaq bağlanması var. Durğunluq dövrü var. Yaqubun dövrü, durğunluq dövrü. 63 B. Ağqoyunlu və Şirvanşahlar dövlətinə aid oxşar cəhət, Səfəvi dövlət tərəfindən süquta uğradılması elə A variantı orta cəhətdir. 2-ci Mehmetlə qarşı müharibədə Əmir Teymurla müttəfiq olmaları deyil. Qaraqoyunlu dövlət tərəfindən məğlub edilmələri. Ağqoyunlu dövləti yox. Ağqoyunlu dövlət yaranmamışdı da, yəni Qaraqoyunlu dövləti mövcud olanda Ağqoyunlu Qaraqoyunlu varlığına son qoyub dövlət yaradır. Şirvanşahlar Qaraqoyunlular tərəfindən məğlub edilib amma. Cəlaliləri Azərbaycan arasından qovmaları bu Qaraqoyunludur. Azərbaycanın şimalında yaranan isə Şirvanşahlardır. Ağqoyunlu cənubda yaranıb. Azərbaycanda Hülaki hökmdarı Qazan xan və Cəlali Şeyx Hüveysin fəaliyyətinə aid oxşar cəhət islahat keçirib hər ikisi. İslahatlar nəticəsində iqtisadiyyatda müəyyən canlanma baş verib. Bu iki hökmdarı görəndə başqa ağlımıza bir şey gəlmir məncə. Malatya və Şəməsi döyüşünə aid oxşarlıq. Ağqoyunlu və Osmanlı dövləti arasında olubmu? Malatya, bəli, amma Şəməsi Səfəvilər və Ağqoyunlular arasında olub Şəməsi döyüşü. Bəli, Rüstəm və Sultanəli arasında. Yanlışdır, orta cəhət deyil. Osmanlı qoşunlarının məğlub edilməsi Malatyadadır. Ağqoyunlu qoşunlarının qalib gəlməsi, hər ikisində qalibdilər. Bəli, 66 olmalıdır C variantı. Səfəvi qoşununun qalib gəlməsi, Malatyada Səfəvi yoxdur, Şəməsdə Səfəvi məğlub olur. Keçmiş müttəfiqlər arasında baş verməsi, keçmiş müttəfiqlər arasında baş verməsi, Rüstəmlə Sultanəli bir müddət müttəfiq olmuşdu. Bəli, bu Şəməsiyə aiddir, amma Malatyaya aid deyil. Keçmiş müttəfiqlər arasında baş verməsi. Doğru cavab 66-da olacaq C variantı. 66C, 67. Ağqoyunlu dövlətinə aid deyil, dövlət. Əpər aiddir, Səidin məğlub olması aiddir, Sufiyan Səfəvilərdədir. Ərdəbil şeyxləri ilə ittifaq
var. Şeyx Heydərlə Uzun Həsən ittifaqda olub. Səbəblərin məğlub edilməsi. Ərdəbil Şeyxlər ittifaq. Səbəblərin məğlub edilməsi. Ağqoyunluda var. Bəli, var. Şahdağ döyüşü və Şiməsi döyüşü. 67 C variantı. 68 Cəlalilər, Qaraqoyunlular və Ağqoyunluların oxşarlığı. Qızıl Ordu ilə müharibənin aparılması yanlışdır. Yəni oxşar cəhət deyil. Teymurilərlə müharibənin aparılmasını Cəlalilər aparıb, Qaraqoyunlular aparıb. Ağqoyunlular da aparıb mübarizəni, bəli. Osmanlıların hücumuna məruz qalmaları Osmanlılarla mübarizə aparan Ağqoyunlulardır. Dastakert ümumiyyətlə bunlarda yoxdur. Hərbi xidmət müqabilində tiyulun verilməsi bu səbəblərdən başlayır. Əmir Teymur və Həsən Padşahın hakimiyyət dövrlərinə aid oxşar cəhət. Teymur, Həsən, Osmanlı qoşunlarını məğlub etmələri. Bu olacaq elə ortaq cəhət. Avropa dövlətlərlə hərbi ittifaq quran Həsəndir. Qaraqoyunlu dövlətlə müharibə aparan heç birinə aid deyil. Heç birinə aid deyil. Həsən Qaraqoyunluların varlığına son qoyub dövləti yaradır. Osmanlı dövləti ilə sülh imzalamaları. Həsən Padşah deyildi sülh imzalayanda. Sülh imzalanıb bəli 1461-də Yasır Cəmən sülhüdür bu tarixdə. Kitabdan çıxarılsa da adı, amma onda padşah deyildi. Rus knyazları ilə Qızıl Orduya qarşı ittifaq qurması. Rus knyazları ilə birgə Qızıl Orduya qarşı ittifaq qurması xeyli oxşar cəhət deyil. Ağqoyunlu hökmdarı Uzun Həsənin fəaliyyətinə aid deyil. Əbu Səidi məğlub edib, Təbrizin Ağqoyunlu dövlətinin paytaxtına çevrilməsi bəli. Ağqoyunlu bəyliyin yaratmayıb, yanlışdır. Şərq Gürcüstan tabe edib, Osmanlıları məğlub edib. Torpaq sahibliyi formaları müvafiq arıcılıqla müəyyən edək. İrsi torpaqlar mülk, xidmət müqabilində iqta, ruhanilərə verilən vəqf, Qaraqoyunlu, Ağqoyunludakı torpaqlar soyurqal, hərbi köçəri əyanlara məxsus torpaqlar soyurqaldır. 72. Yenə də Hülakülərin dövlətində hərbi xidmət müqabilində verilənlər iqtadır. Baharlı dövlətində xidmət müqabilində verilən soyurqal, ruhanilərin əlində olan vəqfdir. Yeli feodalların irsi mülkiyyətində olan mülkdür. 72 D variantı. 73. Ağqoyunlu dövlətin mövcudluq illərində, yəni 1468-dən 1503-ə qədər. Beyşehir 1472-dir. Elə A variantıdır. Ankara 1402 dövlət yaranmayıb. Panipat 1526. Təbəriyə döyüşü 1487. Üzr istəyirəm, Təbəriyə döyüşü 1187. Sərdurud 1408. Növbəti sual Ağqoyunlu dövlətin mövcudluq illərinə aiddir. Yəni 1468, 1503. Rus knyazlıqlarının Monqol əsarətinə düşməsi. Bu 13-cü əsrdədir. Yəni ilk Monqol əsarəti 13-cü əsrdən başlayır. Osmanlı dövlətinin Trabzonu fəth etməsi 1461-də dövlət yaranmamışdı. Vahid İspaniya yaranması İspaniya dövlətinin 1479-dur. Mərv 1510, Ağqızılgül müharibəsi 1455-də başlayır, 1485-də bitir. Aid olan C variantıdır. Uyğunluq pozulmuşdur. Qoylisar döyüşündə Ağqoyunlular mübarizə aparırdı Osmanlı qoşunları ilə, doğrudur. Əsəd döyüşündə Qara Yusuf məğlub etdi Cəlaliri Sultan Əhmədin qoşunları, bəli. Otluqbeli döyüşündə Ağqoyunlular məğlub oldu Osmanlı qoşunlarına. Sərdurud döyüşündə Teymurləri məğlub etdi Qaraqoyunlular. Muş döyüşündə Cahanşah qalib gəldi, qalib gəlmir, məğlub olur. Ağqoyunlu Həsən Padşahın qüvvələrinə. Ağqoyunlu Həsən qalib gəlir, amma padşah deyildi hələ. 75 Y variantı. 76. Ağqoyunlu Həsən Padşahın hakimiyyət illərinə aiddir. Həsən padşah deyirsə, padşah hakimiyyəti olacaq 68-78. Amma ümumən Həsən Padşahın fəaliyyətini götürsək 1453-dən 1478-ə qədər padşahlıq fəaliyyəti 68-78-də. Almabulağı deyil. Almabulağı 1503-də olub. Əpər 1500-də. Venesiya ilə ticarət və diplomatik münasibətləri var. Şərur döyüşü 1501-dir. Şeyx Heydərin Şirvan üzərinə yürüşündə də hakimiyyətdə deyildi Həsən. 76 oldu C variantı. 77. 15-ci əsrin ikinci yarısı Ağqoyunlu, 17-ci əsrin ikinci yarısı Rusiya dövlətinin tarixinə aid oxşarlıq. Hər ikisi Osmanlı ilə müharibə aparıb əlbəttə ki. Teymurilər dövlətli hərbi ittifaqın
yaranması yoxdur. Odlu silah istehsalına başlamaları Ağqoyunlu təşəbbüs göstərir. Səfəvi dövlətinin müharibə aparmaları 15-ci əsrin ikinci yarısında Səfəvi dövləti yoxdur. Məhdud monarxiya idarə üsulunun mövcudluğu 15-ci əsrin ikinci yarısında ümumiyyətlə Qaraqoyunlu və Ağqoyunluda mütləq monarxiyadır. 17-ci əsrin ikinci yarısında Rusiyada isə məhdud monarxiyadır. Rusiya məhdud monarxiyadan mütləq monarxiyaya keçir. Nə vaxt? Təbii ki, Şimal müharibəsindən sonra, yəni 18-ci əsrin birinci yarısında. Baharlı Cahanşahla Bayandurlu Sultan Yaqub. Teymurilərlə müharibə aparması. Teymurilərlə mübarizə Cahanşahdadır. Şirvanşahlara özündən asılı hala salan heç birinə aid deyil. Səfəvi dövlətlə mübarizə aparmaları Cahanşahda dövlət deyildi, Sultan Yaqubda da həmçinin. Cəlalilər dövlətlə müttəfiq olmaları heç birinin hakimiyyət dövründə cəlalilər yoxdur. Süquta uğrayıb, yəni nə Cahanşahda, nə Sultan Yaqubda cəlalilər yoxdur. 1410-da ləğv olunub. Osmanlı dövlətli diplomatik münasibətləri var. Doğrudur. Sultan Yaqubun 2-ci Bəyazidlə, Baharlı Cahanşahın isə 2-ci Mehmetlə. Monqolca bəxşiş mənasını verən bu torpaqları sonralar Qaraqoyunlu və Ağqoyunlular da geniş şəkildə paylamışdılar. Bu torpaqlar xidmət müqabilində verilir, irsən keçir, sahibi vergi toxunulmazlıq hüququna malikdir, soyurqaldan gedir söhbət. Sonradan bu torpaq sahibləri özlərini müstəqil hakimlər kimi aparırlar. Mətndə bəhs olunan torpaq mülkiyyət forması Azərbaycanda ilk dəfə 12-də tətbiq olunub, xeyr, ərəblərin gəlişində. Ərəblərin gəlişində deyil bu. Hərbi xidmət müqabilində verilən torpaqlar sanilərdən var. Qazan xan dini islahatından sonra ləğv olur. Qopçurdu bu. Uzun Həsən tərəfindən paylanması dayandırılır, yox. Səfəvi dövlətinin hökmdarları tərəfindən geniş şəkildə paylanmışdı. Soyurqal geniş şəkildə paylanmayıb. 15-ci əsrdə Azərbaycanda mərkəzləşdirmə siyasətinə mane olurdu. Bəli, soyurqal mane olurdu. 80. Uyğunluğu müəyyən edək. Azərbaycan 15-ci əsrdə Qaraqoyunlu dövləti, Ağqoyunlu dövləti. Osmanlı dövlətli dost münasibətləri var. 15-ci əsrdə varmı? Burada da var. Teymurilərlə Herat müqaviləsi var. Avropa dövlətləri ilə ümumiyyətlə Qaraqoyunlu'nun əlaqəsi yoxdur. Görən kimi çıxın. AB birinci tərəfdə olmalıdır. Ağqoyunlu Səfəvi tərəfindən süquta uğradılması 15-də yox 16-da. Venesiya ilə müttəfiq olub, bəli. Feodal ara müharibələri nəticəsində zəifləməsi, bəli, olar. 1AB, 2BC, 80B variantı. Həsən Padşahın Gürcü hakimi Baqratla bağladığı sülhə görə nə baş verdi? Təbii ki, Tiflisdə daxil olmaqla Şərqi Gürcüstan keçir Uzun Həsənin hakimiyyəti altına, yəni Ağqoyunluların hakimiyyəti altına. 82. 15-ci əsrdə Azərbaycanda Çobanbəy vergisi adlanırdı. Konkret sualdır. Otlaqlardan istifadəyə görə el atlardan alınan vergi. 15-ci əsrin axırlarında Ağqoyunlu dövlətinin tarixi üçün səciyyəvi idi. 15-in axırları. Trabzon məsələsi üstündə Osmanlılarla münasibətlərin pisləşməsi axırı deyil bu. Həsən Padşahın varislərinin səbəblərlə ənəvi dostluq münasibətlərini pozmaları elə budur. Ölkənin Qaradənizə çıxışını itirməsi bu sonları deyil, 61-dir. Qoylisar 61-dir. Həsən Padşahın iri feodalları mərkəzi hakimiyyət tabe etməyə başlaması elə bu da ortalarıdır. Ortalarının deyəndə ki, dövlət yaranandan sonradır, sonları deyil. 84. Ağqoyunlu Həsən Padşahın keçirdiyi vergi islahatının nəticəsi nə oldu? Deməli, nəticəsi olacaq vergilərin miqdarı azaldı. Sənətkarlardan və tacirlərdən alınan vergilər ləğv oldu, yox. Sahibsiz torpaqlar dövlət torpaqlarına qatıldı, yox. Bunu demişdik digər testlərdə. Vergilərin miqdarı azaldı qismən. Nağd pulla və natural şəkildə belə bir söhbətlər yox idi. Vergi toplanmasının icarəyə verilməsi üsuluna imtina olundu, yanlışdır. Vergilərin miqdarı qismən azaldı. Şirvanda Dərbəndilər sülaləsinin hakimiyyət illərinə uyğun gəlir. Yəni 1382 1538. Teymurilər dövlətinin yaranması 1370-də uyğun gəlmir. Qızıl Ordu dövlətinin yaranması 1243-də uyğun gəlmir. Ağqoyunlu dövlətinin süqut etməsi 1503, bəli, ikinci qolu ilə. Müstəqil Şəki hakimliyinə son qoyulması 1551-dir. Amasya 1555. 85 oldu C. 86. Ağqoyunlu dövlətinə aid deyil. Hökmdarlarının
sultan titulu daşıması, olar. Uzun Həsən sultan titulu daşıyırdı. Vəkilin dövlətdə ikinci şəxs olması bu səbəbidir. Sədr-Əzəmin ruhanilərə rəhbərlik etməsi, baş vəzirin maliyyə işlərinə baxması, baş komandanın hakim sülalə üzvlərindən və ya məşhur əmirlərdən təyin olunması, olar, doğrudur. 87. Ağqoyunlu dövləti üçün səciyyəvi deyil, xidmət müqabilində verilən torpaq sahiblərinin vergi toxunulmazlıq hüququna malik olması aiddir. Hökmdarın yanında qanunverici orqan olan Ali Divanın fəaliyyət göstərməsi qanunverici deyil, məşvərətçi orqandır. Elə budur cavab. Sədr-Əzəmin vəqflərə və dini müəssisələrə rəhbərlik etməsi, bəli. Baş vəzirin daxili inzibati xarici işlərə baxması doğrudur. Baş komandanın dövlətdə ikinci şəxs sayılması doğrudur. 87 oldu. B variantı. 88. Müəyyən müddət Teymurilərdən asılı olsa da, sonra müstəqil siyasət yürütmüşdü. Əcəm İraqını, İsfahan, Qum şəhərlərini dövlətin ərazisinə qatmışdı. Samur döyüşündə qələbə qazanmışdı. Bu Cahandır. Cahanşahdır. Bayandurlar sülaləsinə mənsub olub yeni dövlət yaratmışdı. Bu da Uzun Həsəndir. Birinci abzasda haqqında danışılan tarixi şəxsiyyətin, ikinci abzasda haqqında danışılan tarixi şəxsiyyətdən fərqli xüsusiyyəti Cahana aid olsun. Səbəblərlə mübarizə aparıb. Osmanlı qoşunlarını məğlub etməyib, yanlışdır. Uzun Həsən məğlub edib. Cəlalərlə müharibə etməyib. Nə Cahan, nə Uzun Həsən. Muş döyüşünə məğlub olub, bəli. 1, 4, 88 olacaq C variantı. 89. Ağqoyunluların qələbə qazandığı döyüşlər Muşdur və Malatyadır. 1 və 3. 89 olacaq 1 və 3. 90. Türk mənşəli dövlətlər Sasani Farsdır. Qaradova Ərəbdir. Əhəməni Farsdır. Eldəniz və Ağqoyunlu. 4, 5. Olacaq 90-da 4, 5. 91. Ağqoyunluların tarixi ilə bağlıdır. Qəsri Şirin Səfəvi, Əbhər, Çıldır Səfəvi, Almabulaq olacaq. Qoylisarda ilə Ağqoyunlunun tarixi ilə bağlıdır. 2, 4, 5, 91-də. 2, 4, 5, 92. Soyurqal torpaq mülkünə aiddir. Ağqoyun dövlətinin dövründən başlayaraq paylanırdı. Niyə Qaraqoyunda da var? Sahibi vergi toxunulmazlıq hüququna malikdir. Bəli. İrsən keçir. Bəli. 2, 3. Hərbi xidmət əvəzində verilirdi. 4. Hakim sülaləyə mənsub deyil. 2, 3, 4. 93. Ağqoyunlu Trabzon münasibətlərinə aiddir. Tərəflər Osmanlı Sultanı 2. Mehmedə qarşı hərbi ittifaq yaratmışdı. Yox. Ağqoyunlu ordusu üçün odlu silah, xüsusilə artilleriya silahlarının istehsalı Trabzonun təşkil olunmuşdu. Yox. Ağqoyunlu tacirlər Avropalı tacirlərlə Trabzon vasitəsilə ticarət aparırdı. Bəli. Ağqoyunlu tacirlər Qaradəniz Trabzon vasitəsilə çıxırdı. Bəli. 3 və 4. 93-də bizim cavabdır. 94. Şirvanşahlar Ağqoyunlu dövlətinin tarixinə aid oxşar cəhət. Gürcülərlə mübarizənin aparılması 100% var. 1. Şirvanşahlar da Gürcülərlə mübarizə aparıb Ağqoyunluda. Qalibiyyətli müharibələr nəticəsində yaranması bu Ağqoyunluya aiddir. Teymurləri məğlub etməsi Şirvanşahları məğlub edib elə Ağqoyunlularda 1, 3. 94-dən 1, 3. 16-cı əsrin birinci yarısına sükut uğrayıb, bəli, Şirvanşahları 1538-də, Ağqoyunlu 1503. 1, 3, 4 ortaq cəhətdir. Avropa dövlətləri əlaqədə olan Ağqoyunludur. Qızıl Ordu dövlətinin yürüşlərinə məruz qalmaları. Qızıl Ordu ilə diplomatik münasibətləri var Ağqoyunlunun. Qızıl Ordunun yürüşlərinə məruz qalması deyə bilmərik əslində. Qızıl Ordu ilə Şirvanşahların mübarizəsi var. Ağqoyunlu'nun da diplomatik münasibətləri. Ona görə yürüş ortaq olaraq götürülməyəcək. 1, 3, 4. Oxşar cəhət olacaq. 95. 15-ci əsr tarixi Ağqoyunlu'nun şimalda Şirvanşahlarla sərhəddədirmi? Bəli, Şirvanşahlar çünki mövcuddur. Səbəblər dövləti yoxdur 15-də. Şərur döyüşü 16-dır. Qızıl Ordu dövlətinə qarşı Rusiya ilə ittifaqı qoşulmur. Osmanlı dövlətilə müharibə aparıb 15-də aparıb 1, 5. 95 oldu 1, 5. 96. Baş vəzir dövlətin gəlirlərini və maliyyə sistemini idarə edirdi. Bundan başqa xarici ölkələrə əlaqələrdə baş vəzirin səlahiyyətinə daxil idi. Baş vəzir Ali Divanı rəhbərlik etdiyindən sahibi divanda adlanırdı. Verilənlərə əsasən Ağqoyunlu dövlətində baş vəzir hansı işlərə baxır? Diplomatik münasibətlərin qurulmasına cəhd etdi əlbəttə ki.
Vəqfdən gələn gəlirləri nəzarət edən sədrəzəmdir. Hökmdar yanında təşkil olunan məşvərətçi orqana rəhbərlik edir. Məşvərətçi orqana rəhbərlik etməsi, bəli, 1-3. Xəzinəyə daxil olan vəsaitin istifadə olunmasına məsuliyyət daşıyandır, bəli, maliyyə işlərinə baxır. 1-3-4. Müsəlmanların ruhani başçısı olduğu üçün dini idarələr ona tabidir. Bu Mövlanın adı, sədrəzəmdir. 96-da cavabımız oldu 1, 3 və 4. 97. Ordunun əsasını elatlardan toplanan döyüşçülər təşkil edirdi. Ordu 2 hissədən ibarət idi. Elatlardan toplanan qoşunlar və daimi qoşun. Müharibələr zamanı elatlardan toplanan qoşunlar ordunun sayca çox hissəsini təşkil edir. Yalnız hərbi əməliyyatlar zamanı dövlətdən maaş alırdılar. Xasi əskərləri adlanan daimi qoşunlara illik maaş verilirdi. Kəşfiyyat işini qaravul adlandırılan dəstələr həyata keçirirdi. Döyüşçülər əsasən nizə, qılınc, ox, kaman və gürzlə silahlanırdılar. Verilənlərə əsasən Ağqoyunlu ordusu. Ağqoyunlu ordusu əsasən tayfa müxtəliflik prinsipi əsasında təşkil olunmuşdu, yanlışdır. Fərqli funksiyaları yerinə yetirən hərbi dəstələrdən ibarət idi, bəli. Odlu silah yoxdur, təşəbbüs göstərmişdi Uzun Həsən. Dövlət hesabına maliyyələşirdi, bəli. 2 və 4 olacaq bizim 97-də cavabımız. 98. Qaraqoyunlu Ağqoyunlu Əmir Əliməra hökmdardan sonra ikinci şəxsdir. 1 doğrudur. 98-də 1 doğrudur. Sədr ikinci yerdə deyil. Vilayətlərə, məhkəmə işlərinə qazılar baxır. Baş vəzir ikinci deyil. Ali divana başçılıq edir. Vilayətlərdə məhkəmə işinə baxmır. 1-6 elə 98-də. 99. Şirvanşahlardan fərqli olaraq Qaraqoyunlu dövləti daha uzun müddət mövcud olmuşdu. Xeyr, Şirvanşahlar daha uzun müddət mövcud olub. Ağqoyunlu dövləti Kür çayından İran körfəzinə qədər əraziləri əhatə edirdi. Olar. 2 olar. Cəlalilər dövləti Qaraqoyunlular tərəfindən süquta uğradılmışdı. Şirvanşahdan fərqli bu, bəli. 2-3. Teymurilər dövləti 16-da süqut etmişdi. Elə Şirvanşahlar da 16-da süqut edib də fərq deyil bu. 2 və 3, 99. 100. Şirvanşahlar və Ağqoyunlu dövlətinin tarixinə aid oxşar cəhət. Böyük imperiyanın parçalanması nəticəsində yaranmaları. Xeyr. Şirvanşahlar Ərəb xilafətinin zəifləməsi nəticəsində yaranıb. Ağqoyunlu Qaraqoyunlunun süqutu nəticəsində. Səbəblərə qarşı mübarizə var. Teymurlərin məğlub olması var. 16-cı əsrin 1-ci rübündə süqut etmələri. 16-cı əsrin 1 rübümüzdə 25 il var. Və 1525-ci ilə qədər süqut edən dövlət Ağqoyunludur. 1503-də Şirvanşahlar deyil. Ona görə 100-də bizim cavab olacaq 2 və 3. Cəlallərlə mübarizə aparmaları. Şirvanşahlar aparıb, amma Ağqoyunlu dövründə cəlallər süquta uğramışdı. 2-3, 101 hadisə nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən edək. 101-də Trabzon Osmanlılar tərəfindən fəthi, Ağqoyunlu Avropa ticarət əlaqəsinə zərbə vurulması doğrudur. Teymur Əbu Səidin Azərbaycana hücumu, Cahanşahın Heratı tərk etməsi yanlışdır. Teymur Əbu Səidin Azərbaycana yürüşü, Uzun Həsən qalib gəlmişdi Əbu Səidə. Həsən Padşahın Gürcüstana yürüşü, Şərq Gürcüstanın Ağqoyunlu dövlətinə birləşməsi, bəli. Teymurlərin Azərbaycandakı hakimiyyətə son qoyulması, Ağqoyunluların Azərbaycanda hakimiyyətə gəlməsi, xeyr. 1408-1468-də əlaqəsi yoxdur. Muş döyüşünün baş verməsi, Ağqoyunlu dövlətinin tənəzzülünün dərinləşməsi, xeyr. Muş baş verib 1467-də, Ağqoyunlu yaranıb 68-də, elə indi yaranır elə. Ağqoyunlulara tənəzzül edir. Yanlışdır. 1-3. 101-də oldu. 1-3. 102. Hadisə nəticələrinin doğruluğu yenə də. Şeyx Cüneydin Şirvan Dağıstana hücumu, Şirvanşah Fərrux Yasarın Yaqub Padşahla ittifaqa girməsi. Şirvanşah Fərrux Yasarın Yaqub Padşahla ittifaqa girməsi. Doğru göstərildiyi cavabları bizdən istəyir. Şeyx Cüneyd deyildi bu. Şirvana Dağıstana hücum edən. Düzdür, Şeyx Cüneyd də Şirvana Dağıstana yürüş edib. Sadəcə bunun qarşılığı deyil Şirvanşah Fərrux Yasarın Yaqub Padşahla birləşməsi. Şirvanşah Fərrux Yasar Yaqubla birləşir, Şeyx Heydərə qarşı, Cüneydə qarşı yox. Cahanşahın Ərdəbili hakimlərinə qarşı düşmənçilik münasibəti, səbəblərin Ağqoyunlularla yaxınlaşması.
Olar, bəli. Şeyx Heydərin Şirvana yürüşü, Samur çay sahilində döyüşün baş verməsi olar. 2, 3. Bir dəqiqə, yox, bir dəqiqə. Şeyx Heydər deyil Samurda. Şeyx Cüneyddir. Olmayacaq. Şəməsi döyüşündə Sultan Əlinin məğlub olması, Ağqoyunluların Ərdəbili zəbt eləməsi, bəli, Rüstəmin dövründə Qaraqoyunlularla Şirvanşahlar arasında ittifaqın yaranması, Səfəvilərin məğlub edilməsi 1460-cı ildə Samur döyüşündə, bəli. 2, 4, 5. 102, 2, 4, 5. 103. Ağqoyunlu Teymuru oxşar cəhət, inzibati cəhətdən uluslara bölünən Teymuridir. Osmanlı ilə mübarizə var. Eyni əsrdə süqut var. 2, 3. Şeybanilər dövləti tərəfindən məğlub edilməsi Teymuridir. Qızıl Ordu dövlətinin qoşunlarla toqquşmaların baş verməsi Teymuridir bu. Ağqoyunlunun Qızıl Ordu ilə diplomatik münasibəti var. 2 və 3. 104. Xronoloji arıcılığı Otlubeli 1473. Trabzonun varlığına son qoyulması 1461. Malatya 1473. Ağqoyunlu Venesiya hərbi ittifaqı 1472. Doğru cavab olacaq 104-də 2, 4, 3, 1. 2, 4, 3 və 1. Dövlətin yaranmasının xronoloji arıcılığı 861, 1468, 1258. Deyək, bunu yaxşı yazım. Şəddadilər 971. Olacaq 2, 1, 3 və 4. 105, 2, 1, 3, 4. 106. Qaraqoyunlu Cahanşahın Heratı tutması 1458. Təbrizə Həşbehiş sarayının inşası Həşbehiş 1483. Teymuri Şahrux Azərbaycan yürüşü 1420. Doğru cavab olacaq 106-da 3, 1, 2. 107. Şəməsi döyüşündə Qızılbaşların məğlub olması 1494. Ağqoyunlu 2 hissəyə parçalanması 1500. Şeyx Heydərin Şirvana Dağıstana ikinci yürüşü 1-ci 83-dür, 2-ci 87. 1487. Doğru cavabımız olacaq 3, 1, 2. 107-də 3, 1, 2. 108. Naxçıvan yaxınlığında Araz çay sahilindəki döyüşdə Teymurlərin məğlub olması 1406. Cahanşahın müstəqil siyasət yürütməyə başlaması 1447. Təbrizdə Göy məscidinin inşası 1465. 1, 2, 3. 108 oldu. 1, 2, 3. 109. Qaraqoyunlu dövlətinin süqutu 1468. Cəlalilər dövlətinin yaranması. Cəlalilər yaranır 1340-cı ildə. Teymurlər dövlətinin yaranması 1370. 2, 3, 1. 109, 2, 3, 1. 110. Torpaq mülkiyyətinin yaranmasının xronoloji arıcılığı 1, 2, 3. Deməli, 110-da bizim cavabımız olacaq. Üzr istəyirəm, İqta ərəblərin dövründən gəlir. İqtadır birinci. 2, 1, 3. İqta, Səlcuqların dövrü, sonra Soyurqal. 2, 1, 3. Xronoloji arıcılıq Muş döyüşü olacaq 1467. Sərdurud döyüşü 1408. Alaşkert 1421. Qoylisar 1461. 111'də doğru cevabımız bizim olacaq 2, 3, 1, 4. 111 olacaq 2, 3, 4, 1. Üzr istəyirəm, 4, 1. Bunu sileyim. Yerini səhv yazdım. 4 sonra 1. Qoylisar 61'dir, Muş 67'dir. Rəqəm görmədim yuxarıda. 112. Ağqoyunlu dövlətinin yaranması 1468'dir. Əmir Teymurun Azərbaycan hücumlarının başlaması 1386'dır. Monqolların Azərbaycan kəşfiyyat yürüşünün başlaması 1220'dən. Bəndərin başçılığı ilə üsyan 1231. 112'də cavabımız olacaq 3, 4, 2, 1. 3, 4, 2, 1.
Carilərin Azərbaycanda hakimiyyətlərinə son qoyulması 1410. Gödə Əhmədin Ağqoyunlu taxtına çıxması. Gödə Əhməd taxta çıxır 1496. Teymurlərin Azərbaycanda qalına son qoyulması 1408. Şeyx Heydərin Ərdəbilə Səbəbi ordeninin irs taxtına çıxması. Bu da olacaq 1470-də. 113-də cavabımız 3, 1, 3, 1. Carilərin hakimiyyətinə son qoyulması. Daha sonra Şeyx Heydərin taxta çıxması 3, 1, 4, 2 olacaq ən son. Xronoloji müəyyən edək. Qızılbaşların Ağqoyunlu Murad padişahı məğlub etməsi. Muradın məğlub olması 1503-dür. Alma bulağı. Şeyx Heydərin Şirvana və Dağıstana 3-cü yürüşü 1480, 90 üzr istəyirəm, 90'dır. Biri 1483, ikincisi 1487, üçüncüsü 1490. Ağqoyunlarla Venesiya arasında hərbi ittifaq 1472. Moskvanın böyük knyazı 3-cü İvanın elçiləri ilə Ağqoyunlu padişah arasında diplomatik danışıqlar 1475. 114-cü cavabımız olacaq 3, 4, 2, 1. 15-ci əsrdə baş vermiş döyüşlərin xronoloji ardıcıllığı. Beyşəhər Sərdurud, Sərdurud 1408-dir. 3, Samur 1462, 3, 2, Beyşəhər 72-dir. 1, Şahdağ 88-dir. 4. 3, 2, 1, 4, 115'də. 116, Malatya 1473, Kalka 1223, Sərdurud 1408, Kulikova döyüşü 1380. 116'da bizim cevabımız olacaq 2, 4, 3, 1. 2, 4, 3 və 1. Bəli. Xronoloji ardıcıllığı Muş döyüşü olacaq 1467. Ağqoyunlu Osmanlı'nın ilk döyüşü 1461. Qoylisar. Osmanlılarla Ağqoyunlular arasında Beyşəhər yaxınlığı döyüşü 1472. Həsən Padişahın Teymur Əbüsəyidi məğlub etməsi 1468 və 69-cu illərdə gedib mübarizə. Deməli, burada 117'də olacaq cavabımız 2, 1, 4, 3. 118 uyğunluğu müəyyən edək. Əmir-ül-Məhra, Sədrəzəm, Baş vəzir. Vəqfdən gələn gəlirlərə nəzarət edən Sədrəzəm Mövlanadır. Dini məsələlər rəhbərlik edən, bir dəqiqə, A-nı yazacaqdım, B-ni yazdım, elə B-də aiddir Mövlanaya. Baş komandan Əmir-ül-Məhradır. Daxili inzibati xarici işlərə baxan vəzirdir. Səvi dövlətinin ikinci şəxs bu vəkildir. 1C, 2A, B, 3 isə D variantı. 119. Ağqoyunlu dövləti, Teymuri dövləti. Bunu silmişdim. 15'in əvvəlində süqut etməsi hər ikisi 16'da süqut edib. İnzibati cəhətdən uluslara bölünən Teymuridir. Şərur döyüşündə məğlub olan Ağqoyunludur. Mərkəzi Avropanın işğalı heç birinə aid deyil. Hindistana yürüş Teymura aiddir. 119'da oldu 1C, 2B, Y. Ağqoyunlu Osmanlı Dehli Sultanlığına yürüş etmişdi heç biri. 15-ci əsrin ilk 10 illiyində Teymurilərlə mübarizə aparması bu olacaq Osmanlı dövlətində 1402-ci ildə və 1-ci Bəyazadın dövründə. Oldu B. Osmanlıda Malatya döyüşünə qələbə qazanan Ağqoyunludur. 14-cü əsrdə yaranması. Bu Osmanlıda 1302, Kulikova döyüşündə məğlub olması. Kulikova döyüşü heç birinə aid deyil bunların. Kulikova döyüşü baş verib Moskva knyazlığı və Qızıl Ordu arasında. 120 C, B, D. 1C, 2B, D. 121 Ağqoyunlu Frank Hlodvig tərəfindən yaradılan Frank imperiyası yox. Frank imperiyası Böyük Karlın dövrüdür. Verden müqaviləsi bəli Frank imperiyasına aiddir. Əpər Ağqoyunludur. Əsəd döyüşü
Qaraqoyunlucaları Suasson döyüşü də Frank İmperiya deyildi hələ. 121-də oldu 1C 2B. 122 Ağqoyunlu Qızıl Ordu erkən orta əsrlərdə yaranması. Erkən orta əsrlər 3-11-ci əsrlərdir. Burada da yaranan dövlət heç birinə aid deyil. İkisi də klassikə düşür. İkisi də klassikdə yaranıb. A yanlışdır. Osmanlı qoşunlarının məğlubiyyətə uğradan Ağqoyunludur. Teymurilər tərəfindən süquta uğradılan heç biri. 16-cı əsrdə yaranması heç biri. Hülaki dövlətinin süquta uğradılması bəli Qızıl Ordu tərəfindən. 122-də oldu 1B 2Y. Uyğunluq Qara Yusif Cahanşah. Yeni sülalənin əsasını qoyması heç birinə aid deyil. Ağqoyunlu uzun əsrlə mübarizə aparan Cahandır. Alaşkert döyüşündə qalib gələn Qara İskəndərdir bu heç. Bağdad döyüşündə məğlub olan Yusifdir. Bir dəqiqə Bağdad haradaydı? D. Yusifə gedir. D. Yusifə gedir. Teymurilər dövlətinin paytaxtını ələ keçirən Cahandır. 1D 2CY. 1D bir dəqiqə C-ni yine yazmışam. B-Y. C daha doğrusu Qara İskəndərə aiddir. 1 oldu. Bir də baxıram. 1 oldu 123-də. D. 2B-Y. Cahana getdi. Uzun əsrlə mübarizə. Paytaxtın ələ keçirilməsi. Aha. Qaraqoyunlu, Ağqoyunlu. Dehli Sultanlığı ilə dostluq münasibətləri heç birində yoxdur. Səbəbi dövlətinə qarşı mübarizə aparan dövlət deyirsə Ağqoyunludur. Teymurilərlə Hirat müqaviləsi imzalayan Qaraqoyunludur. Beyşehir döyüşündə Osmanlı qoşunlarının məğlub edilməsi, Beyşehir döyüşündə Osmanlılar Ağqoyunlu məğlub edir. Trabzon imperiyası ilə qohumluq əlaqəsinin yaranması orada da dövlət deyildi. 124 1C 2B. 125 Şirvanşahlar Qaraqoyunlu, Ağqoyunlu. Alaşkert döyüşündə Teymurilərin məğlub olması. Alaşkert döyüşündə Teymurilər qalib gəlir, məğlub olmur. Muş döyüşündə iştirak edən Muşda Ağqoyunlu dövlət deyildi, Qaraqoyunlu dövlət idi. Ona görə B Qaraqoyunluya. Kür sahilindəki döyüşdə Teymurilərin məğlub edilməsi Şirvanşahlar 1405-də məğlub edir. Əsəd döyüşündə məğlub olması bu cəlallərdir. 16-cı əsrin ilk 10 illiyində süqut etməsi bu olacaq Ağqoyunluda ilk 10 illiyi. 125-də bizdə cavab olacaq 1C, 2B, 3 isə Y variantı. 126 Əmr əl-Ümərə, Sədrəzəm, Baş vəzir. Qaraqoyunlu dövlətinə maliyyə işlərinə baxırdı. Bu vəzirdir. Ağqoyunlu dövlətində ruhaniləri başçılıq edirdi, Sədrəzəmdir. Səfəvi dövlətinə şahdan sonra ikinci şəxs bu vəkildir, bunu çıxın. Ağqoyunlu dövlətinin baş komandan olması Əmr əl-Üməradır. Ağqoyunlu dövlətinin daxili inzibati xarici işlərinə baxır, bu da vəzirdir. 126-da oldu 1D, 2B, 3AY. 127 və sonuncu sualımızdır. Ağqoyunlu dövlətinin padişahdan sonra ikinci şəxs olan Əmr əl-Üməradır. Qaraqoyunlu dövlətinin hökmdarın möhürdarı olması vəzirdir bu. Vəzirdir. Ağqoyunlu dövlətinə ruhaniləri başçılıq edən Sədrəzəmdir. Şah İsmailin dövründə Səfəvi dövlətinə şahın dünyəvi dini işlərinin müavini sayılan vəkildir. Qaraqoyunlu dövlətinə baş komandan olan Əmr əl-Üməradır. Deməli 27 1AY, 2C, 3B. Bu qədər əziz dostlar, nəhayət testin sonuna gəldik. Növbəti mövzu izahlarında görüşərik.